Salam, hər vaxtınız xeyir olsun. Bu videonu bir izləyicimin istəyinə görə çəkirəm. Əslində ardıcıllıqla gedirdim, yəni tabe mürəkkəb cümlədə deyildik. Həm də düşündüm ki, onsuz bu ayın axırı artıq YouTube videolarını dayandıracağam. Bu mənim işlərimə çox mane olur. Həm də həvəsdən düşmüşəm düzü, izləyici filan artmır. Yəni də 40 video çəkdim. 40 videodan da çox olur artıq. 42 hardasa olur. Video çəkmişəm, amma heç izləyicilərim 500-ə çatmayıbdır. İzləyicilərim mənə dəstək olmur. Nəysə, ona görə oradan buradan ayın axırına qədər, indi nə qədər çatdırsam, istək nəyə, tələbat nəyə çox olsa, bir ikisini onu yerləşdirəcəm. Yanvardan sonra da ya çəkməyəcəm, ya görəcəm ki, həqiqətən də baxış var, kiməsə faydalı olur, yenidən qayıda bilərəm. Nəysə. Görək zaman nə göstərir. Başlayaq. Bir də deyir ki, hansı tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümlədəki buraxılmış üzvün yerində işlənir? Biz bilirik ki, budaq cümlənin 3 işləm mövqeyi var. Yəni, baş cümlədə buraxılmış üzvün yerində işlənmək bu birincidir. İkinci, ümumi məzmuna aid olmaqdır. Üçüncü də əvəzlik gəliblə ifadə olunmuş üzvü izah etmək. İndi buraxılmış üzvün yerində deyir işlənir. Xanın da fikri budur ki, burada görürük üçüncüyə əvəzlik gəlib məsələsinə aiddir. Ona görə A-nı çıxırıq. Rüstəm bəy üsulca yatağına uzandı. Gözlərini yumdusa da, Sapulosda yuxuya gedə bilmədi. Bu nədir? Bu ümumi məzmuna aid olan bir fikirdir. Rüstəm bəy sözlərini elə bir simə ilə söylədi ki, Vahid söhbətin davamına cəsarət etmədi. Necə söylədi? Elə bir sima. Bu deməli buraxılmış üzvün deyil. Bu artıq əvəzlik qəlbin yerində işlənir. Daha doğrusu izah edir. Bu saat qəti olaraq deməliyik ki, nəyi? Qəti olaraq deməliyik ki, nəyi? Mircəfər aramızda yer yoxdur. Baxıram baş cümləyə. Baş cümlədə tamamlıq yoxdur. Bu düzdür, tamamlıq budaq cümləsidir. Düzdür. Amma baş cümlədə tamamlıq yoxdur. Deməli, buraxılmış üzvün yerində işlənmiş sayılır bu cümlə. Hər kəs mənə mehribanlıq etmək fikrinə düşür. O mənim gözümdə ucalır. Burada hər kəs. Daha doğrusu o. Budaq cümləmiz budur. Baş cümləmiz də budur. O əvəzlik gəliblə işarə olunmuş mübtədanı bu cümlə izah edir. Budaq cümlə izah edir. Əvəzlik gəliblə ifadə olunmuş mübtədanı budaq cümlə izah edir. Deməli, eyni də belə çıxa bilərik. Hansı tabeli mürəkkəb cümlədəki budaq cümlə baş cümlədəki əvəzliyin mənasını açır? İndi bu əvəzlik qəlbin mənasını açmalıyıq, onu tapmalıyıq. Kazım şeirin tərcüməsinin çox doğru olduğunu nə qədər iddia etdisə, bunlar Allah qulunu qane edə bilmədi. Bu ümumi məzmuna aid bir şeydir. A-nı çıxdıq. Nemət birdən-birə dərk etdi ki, Nəyi? Bax, baş cümləmiz budur. Baş cümlədə hara getdi bu? Baş cümlədəki əvəzlik. Baş cümlədə əvəzlik varmı? Xeyr, yoxdur. Ona görə B-ni çıxdıq. Yaxşı, indi ki bu qədər qoşun yığılıb, bəs niyə tərpənmirlər? Qoşun yığılıbsa, bəs niyə tərpənmirlər? Bu ümumi məzmuna aiddir. Xalq adətincə yeni il hansı bir əhval-ruhiyyə ilə qarşılansa idi, eyni əhval-ruhiyyə ilə ilin sonuna qədər davam edərdi. Bunun baş cümləsi budur. Eyni əhval-ruhiyyə ilə baş cümləsi nədir? Budaq cümləsi bu. Bu da bizim baş cümləmizdir. Eyni sözünü budaq cümlə izah edir. Budaq cümlə izah edir eyni sözünü. Allah eyni də əvəzidir. Allah qoysa gələn şənbə o yerə mütləq gedərik. Bu ümumi məzmunla olan bir məsələdir. Hansı tabeli mürəkkəb cümlədəki budaq cümlə baş cümlənin bütövlükdə ümumi məzmuna aiddir? Bir dəli şeytan deyir ki, nəyi? Bu artıq buraxılmış üzvün yerində işlənibdir. Dostum da olsa biraz qorxaqdır. Burada mən bunu da götürərəm. Ümumi məzmuna aiddir. Dostum da olsa biraz qorxaqdır. Sonra, amma güman etmirəm ki, nəyi? Bu da buraxılmış üzvü izah edir. Kim mənim eşyəyimə dil öyrətsə, ona bir kisə qızıl verərəm. Bu
əvəzi qəlbi izah edir. D əvəzi qəlbi izah edir. Camaat ki əl-ələ verdi, oradan bərəkət üzülməz. Bu da ümumi məzmuna. Camaat ki əl-ələ verdisə, oradan bərəkət üzülməz. Bu da hardasa ümumi məzmuna. Yəni burada mən 2 cavab götürərəm. Uyğunluğu müəyyənləşdirin. Tabesiz mürəkkəb cümlə tərkib hissələrinin arasında doğru işarəsi işlənməyə bilər. Bu doğru fikirdir. Məsələn, və ilə bağlana bilər. Mən oxudum və o yazdı. Ola bilər, bir düzdür. Amma tabeli mürəkkəb cümlədə durğu işarəsi mütləq işlənməlidir. Ona görə biri mütləq götürməliyik, bu heç. Bəzi cümlələri sadələşdirilə bilmir. 3 düzdür. Sadələşdirilə bilmir. Şərt olanlar, qarşılaşdırma olan bəziləri sadələşə bilmir. Tərkib hissələrindəki hadisələr eyni zamanda baş verir. Bu tabesiz mürəkkəb cümləyə aid fikirdir. Hadisələrdən biri digərinin səbəbini bildirə bilir. Bu 2 ortaya yazılmalıdır. Hər ikisinə uyğundur. Tabesizlik bağlayıcıları bağlanmasında iştirak edə bilər. Hər ikisinə uyğundur. Məsələn, amma, ancaq, fəqət bu sxem var da, düzdür, nöqtələr amma sxemi. Burada modal söz də, bağlayıcı da tabeli mürəkkəb cümlənin tərəflərini bağlamış sayılır. Ona görə 5-i də götürürük. Tərkib hissələrinin xəbəri eyni şəxs sonluğu qəbul edə bilməz. Belə bir qaydamız yoxdur. Bu da yanlış fikirdir. Cavab olar 1, 3, 5, D variantı. Sonra aşağıdakı nümunələrin hansında mötərizə daxilindəki hissə cümləyə əlavə edildikdə cümlənin quruluşu dəyişməsə də tərəflər arasındakı asılılıq münasibəti dəyişər. Bunu ürəkdən deyirsən. Deməli istəyirsən. Bu sadə cümlədir. Düzdür? Sadə. Sən deyirsən, sən istəyirsən. Amma səni artıranda cümlənin quruluşu dəyişir, olur mürəkkəb. Cümlənin quruluşu dəyişməsə də deyir bizə, ona görə A-nı çıxırıq. Hərçənd siz bu işi görübsünüz, amma razı deyiləm. Ammanı artırma fərqi yoxdur. Burada hərçənd varsa, bu o deməkdir ki, bu tabeli mürəkkəb cümlədir. Ammanı artırsan yenə də bir şey olmayacaq, tabeli mürəkkəb cümlədir. Yağış yağırdı, çətirimi götürdüm. Yağış yağırdı. Bunun mübtədası yağışdır. Götürdüm. Kim götürdüm? Mən. Mürəkkəb cümlədir. Quruluşca özü mürəkkəb cümlədir. Bunu tabesiz mürəkkəb cümlədir. Ona görə də sözünü artıranda bu artıq nə olur? Tabeli mürəkkəb cümlə olur. Deməli, aslılıq münasibəti dəyişir, amma cümlənin quruluşu dəyişmir. İndi bildim nə gəlmiş Şeyx Sənan başına. Bu fərqi yoxdur da, bu mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədir bu. Tabeli. Deyirik ki, bağlayıcılar buraxılsa da, asanlıqla bərpa edilə bilirsə, bunu artıq tabeli mürəkkəb cümlə götürürük. Dindirmə qan ağlaram, çünki yaman çağımdır mənim. Bu da dindirmə qan ağlaram, yaman çağımdır mənim. Bu da tabeli mürəkkəb cümlədir. Çünki olsa da, olmasa da tabeli mürəkkəb cümlədir. Aşağıdakı nümunələrin hansında mötərizə daxilindəki hissə cümləyə əlavə edildikdə cümlənin quruluşu dəyişməsə də, yenə aslılıq münasibəti dəyişər deyir. O qədər fikrə dalmışdı, şahın içəridə olduğunu duymurdu. Bu normalda sadə cümlədir. O fikrə dalmışdı, o duymayırdı, sadə cümlədir. Kini artıranda artıq olur mürəkkəb cümlə. Deməli, quruluş dəyişir. A-nı çıxdım. Məktub yazıram, mən yazıram. Məktubda deyəcəyim şeylər sənin üzrə deməyə heç vaxt cəsarət etmirəm. Mən etmirəm. Sadə cümlədir. Çünki artırsam olacaq mürəkkəb cümlə. Ona görə B-ni çıxdım. Baxmayaraq ki, o çoxdan orada yaşayırdı. Lakin çox adam o yaşayırdı. Onu tanımırdı. Kim çox adam? Mürəkkəb cümlədir. Deməli, tabesiz mürəkkəb cümlədir. Baxmayaraq ki, artıranda olacaq tabeli mürəkkəb cümlə. Yəni, aslılıq münasibəti dəyişəcək. Bugün balıqçılar tez qayıtmışdılar. Sanki bir daha dənizə getməyəcəkdilər. İndi bu nədir? Sadə cümlədir, düzdür? Onları artıranda bu artıq mürəkkəb cümləyə çevrilir. Bizə lazımdır ki, cümlənin quruluşu dəyişməsin. Hansı pəncərədən işıq gəlsə, bu
mürəkkəb cümlədir. Ora olsa da, olmasa da bu tabeli mürəkkəb cümlənin xəbəridir. Yəni bu başqa bir cümlənin xəbəri ola bilməz. Sonra uyğunluğu müəyyənləşdirin. Xoşuma gəlir ki, hamı qulluğumda dursun cümləsində fərqləndirilmiş hissə çıxarıldıqdan sonra. Xoşuma gəlir. Nə? Nə xoşuma gəlir? Aha, bu deməli müəyyən şəxsli cümlədir. Müəyyən şəxsli cümlə. İndi bunu çıx, olacaq nə? Şəxssiz cümlə. Xoşum gəlir. Nədən? Şəxssiz cümlədir. İndi deyir ki, nümunə ilə bağlı dəyişər. Budaq cümlənin intonasiyaya görə növü. Budaq cümlə budur. Budur. Bu niyə dəyişsin ki? Bir səhv fikirdir. Baş cümlənin şəxsə görə növü dəyişərmi? Şəxsə görə növü, bəli, dəyişər. Müəyyən şəxsli idi, oldu şəxsiz cümlə. 2 dəyişər. Nümunə ilə bağlı dəyişməz. Budaq cümlə sadələşdikdə sonra hansı cümlə üzvü olması bu dəyişər. Xoşum gəlir, xoşuma gəlir, nə? Buradan nə sualı çıxır? Mübtəda olardı sadələşəndə. Amma xoşuma gəlir, nədən xoşum gəlir, nədən xoşum gəlir? Bu artıq tamamlığındır. Deməli, dəyişər. Baş cümlənin sintaktik təhlil sxemi bu dəyişməz. Bu deməli dəyişməz. Çünki hər iki halda da bu xəbərdir də. Bir dəqiqə. Bu nə olur olsun, bu onsuz bir yerdə xəbərdir. Bu dəyişməz. 2 ilə 4C variantı olar cavabımız. Klasteri tamamlaya bilən cümləni müəyyənləşdirin. Baş cümlədə həmciz üzvlər işlənməyib və tabe mürəkkəb cümlə sadələşdirdikdən sonra cümlədə həmciz üzvlər işlənər deyil. Hava yaxşı olsa, sən də vaxtında gəlsən. Baş cümləmiz budur. Bu budaqdır. Bu tərəfdə baş cümlə. Sən vaxtında gəlsən. İstirahət günü çoxlu balıq tuta bilərdik. Burada həmciz üzvlər düz deyil, işlənməyibdir. Və tabe mürəkkəb cümlə sadələşdirdikdən sonra cümlədə həmciz üzvlər işlənər. Necə yox? İstirahət günü balıq. Bu heç şərt cümləsidir deyə bunu heç sadələşdirmək mümkün deyil. O vaxt ki, yerim yox idi, qoyun, keçi saxlamırdım. Bunun budaq cümləsi budur. Budaq budur. Baş budur. Saxlamırdım. Nəyi? Qoyunu, keçini. Artıq həmciz üzvlər var. Ona görə B-ni çıxırıq. Onların Tiflisə gəlməsi bir oddur ki, sizi də, bizi də yandıracaq. Deməli, bu mənim baş cümləmdir. Bu da budaq cümləmdir. Onların Tiflisə gəlməsi sizi də, bizi də yandıracaq oddur. Yandıracaq od. Burada artıq həmciz üzvlər işlənməz. Təyin olur da, düzdür bu. Budaq cümlə sadələşəndə təyin olur. Və buradakı yandıracaq od olur. Fe'l sifət tərkib yaradır. Həmciz üzv sayıla bilməz. Arzum budur ki, ölkəmiz daha da güclənsin. Yaşayış səviyyəmiz daha da yüksəlsin. Arzum budur. Bu mənim baş cümləmdir. Bu tərəf budaq cümləmdir. Baş cümlədə həmciz üzv yoxdur. Ölkəmizin daha da güclənməsi, yaşayış səviyyəmizin daha da yüksəlməsi arzumdur. Bəli, burada artıq həmciz üzv sadələşəndə yaranır. Pərizat bir tərəddüd göstərdisə də axırda razı oldu. Bu da sadələşmə. Klasteri tamamlaya bilən cümləni müəyyənləşdirin. Klasteri tamamlaya bilən cümləni müəyyənləşdirin. Baş cümlədə həmciz üzvlər işlənməyib. Tabe mürəkkəb cümlə sadələşdən sonra cümlədə həmciz üzvlər işlənməz deyir. Ağlayırsınızmı, göz yaşı tökərsinizmi, mən ölərəmsə? Bu mən ölərəmsə bu bizim budaq cümləmizdir. Bunlar da baş cümləmizdir. Ağlayarsanızmı, göz yaşı tökərsinizmi? Baş cümlədə həmciz üzvlər işləndi. Ona görə A-nı çıxdıq. İbrahim xana dedim ki, baş budur, budaq bu tərəfdir. Həmciz üzv yoxdur. Tabe sadələşdən sonra cümlədə həmciz üzvlər işlənməzdir. İbrahim xana dedim ki, Fətəli xana pislik eləmə, amma ehtiyatlı ol. İbrahim xana deməli, Fətəli xana pislik etməməyi, amma ehtiyatlı olmağı İbrahim xana dedim. Dedim nəyi? Fətəli xana pislik eləməməyi, ehtiyatlı olmağı, həmciz üzvlər işlənir sadələşəndə. Bunu çıxdıq. Anası və Vaqif nə qədər israr etdilərsə də oxumaq istəmədim. Bu oldu nə? Belə.
budaq cümləm. Bu oldu mənim baş cümləm. Baş cümlədə həmcüz görmürəm. Sadələşəndə də belə sadələşər. Anasının və Vaqifin israr etməyinə baxmayaraq oxumaq istəmədi. Hamısı bütöv zəflik olacaq. Zəfliyin xüsusiləşməsidir. Deməli, C-ni götürə bilərəm. Əskərlər və zabitlər getdilər, bir də geri qayıtmadılar. Bu sadə cümlədir. Gedən də zabitlərdir, qayıtmayan da zabitlərdir. Bu sadə cümlədir. Mən və dostum bir neçə gün gəlməyə bilərəm. Ona görə də narahat olmayın. Bu da tabesiz mürəkkəb cümlədir. Yox, nə? Tabesiz mürəkkəb cümlə. Ona görə də var burada. Tabelidir. Deməli, bu nədir? Bu mənim başdır. Bu da mənim budaq cümləmdir. Baş cümlədə nə var? Mən və dostum. Gəlməyə bilərəm. Mən və dostum. Həmcüz üzvləri işlənib. Ona görə eyni çıxdım. Ona görə də sözün görməmişdim orada. Üzr istəyirəm. Fərqləndirilmiş hissələrlə bağlı uyğunluğu müəyyənləşdirin. Bağlayıcı vasitədir. Sən gəlməmisən, ona görə də bir düzdür. İndi ki, düzdür. Bağlayıcı sözdür. Bağlayıcı vasitə deyil. Komandanımız irəli dedimi, düşmənə hücuma keçməliyik. Deyəndə mümini anda ilə əvəz eləyə bilirsənsə, deməli bu bağlayıcı vasitədir. Ona görə 3-ü çıx. Bizə lazımdır bağlayıcı vasitə olmayanı tapaq. Tarix boyu hansı ölkədən azadlığa çıxaran bir səs yüksəlibsə, siz onu boğmağa yürümüsünüz. Hansı burada bağlayıcı söz vəzifəsindədir. Bağlayıcı sözdür. Yəni bağlayıcı vasitədir. Hansı onu. Qarşılıq sözü də var. Cavabım olar nə? 1 ilə 2 D variantı. Bağlayıcı vasitədir. Hərçənd bağlayıcı vasitədir. 1. Unutdu ki, insan ağlı mürəkkəbdir və düzdür. Təsəvvür edirsənmi ki, bu bağlayıcı vasitədir. S plus B belə bağlayıcı vasitədir. Cavab olar 1, 2. Yenə əvəzi bağlayıcı vasitədir. Hər kəs mənə mərhəmət eləmək fikrinə düşsə, biri götür. Hər kəs o. Qarşı bağlayıcı sözdür. Ona görə də dinmədi. Çünki işin mahiyyətini bilirdi. Burada bir şey yoxdur. Sonra ədat bağlayıcı vasitədir. İnsan söz verdimi, ona əməl etməlidir. İnsan söz verəndə anda ilə əvəz eləyə bilirsənsə, bağlayıcı vasitədir. 3-ü götür. Əgər evdəkilərə söz versə, belə işlərdən əl çəkəcəklər. Burada da ki, ədat yoxdur. Belə əvəziyindir. Cavab olar C variantı. Hansı mürəkkəb cümləni sadələşdirmək mümkün deyil? Adam nə qədər kiçiklik eləsə, bir o qədər böyüyər. Adam kiçiklik elədiyi qədər böyüyər. A-nı sadələşdirmək olur. Meydanda tək qalsam düşməndən əl çəkmərəm. Meydanda tək qalmağıma baxmayaraq düşməndən əl çəkmərəm. Belə bir sadələşdirmə eləmək olar. Əli ki gedir, mən ondan qabaq gedərəm. Əli ki gedir. Qorxaqdır, ona görə satqındır. Qorxaq olduğuna görə satqındır. Bunu eləmək olur. Mümkün deyil ki, bu işdən xəbərsiz olsun. Bu işdən xəbərsiz olmağı mümkün deyil. C olar da bu da. Kimin qolu güclüdürsə, torpaq da onundur. Onundur deməli, bu nədir? Xəbər kimi sadələşəcək. Nümunədə elliptik cümlə olduğunu fərqləndirmiş sözə əsasən müəyyən etmək olar. Bunun davamı hanı? Deməli, kimin qoz güclüdürsə, torpaq da onundur, su da onundur olmalıydı da. İxtisar olunubdur. Deməli, düzdür. Bir düzdür. Biri harına? Düz yazaq qabağını. Baş cümlədə həmcüz üzvlər işlənmişdir. Baş cümlə hansıdır? Bu mənim budağımdır. Bu da mənim baş cümləmdir. Torpaq onundur, su onundur. Yanlışdır. Tabesiz mürəkkəb cümlədir bu. Tabesiz mürəkkəb cümlədə ixtisar ola bilər. Bu yanlış fikirdir. Sadələşərsə bu da cümlə xəbər vəzifəsində işlənər. Bəli, bu doğrudur. Çünki görürsünüz, bağlayıcı sözün qarşılığı nədirsə, hansı cümlə üzüdürsə, sadələşəndə də onun yerinə gəlib duracaq. Məsələn, torpaq da, su da qolu güclü olanındır. Belə olacaq. Kimindir? Qolu güclü olanındır. Budaq cümləni baş cümləyə bağlayan vasitələr sual əvəzliyi və şərt şəklinin şəkilçisi yanlışdır. Sual əvəzliyi düzdür. Amma burada şərt şəklinin şəkilçisi yoxdur. Axı, güclü feildir ki. Yox.
Fe'l olmalı idi ki, şərt şəkli olsun. Bu isə hissəci idi. Ona görə cavab olar B variantı. Budaq cümləni sadələşdirdikdən sonra hansı cümlə üzvü vəzifəsində çıxış edəcəyini əminlə deyə bilmərik. Qəribəsi burasıdır ki, nədir? Bu artıq xəbərdir. Səni əmin edirəm ki, heç bir şey olmaz. Burada da bir şey yoxdur. Nədən əmin eləyirəm? Çıxan sual nədən əmin edirəm? Tamamlıq olacaq. Xəyalından keçir ki, bu yerlərdə zamanla geniş meşələr olacaq. Bunu iki cür düşünmək olar. Xəyalından keçir. Nə xəyalından keçir? Bu yerlərdə zamanla geniş meşələr olacağı xəyalından keçir. Yəni bunu həm tamamlıq kimi düşünmək olar, tamamlıq. Həm də mübtəda budaq cümləsi də düşünmək olar. Yəni belə də sən xəyalından keçir. Nəyi? Bu tamamlıqdır. Bir də onun xəyalından keçir. Onun xəyalından keçir. Nə? Bu da artıq mübtədadır. Yəni iki cür düşünmək olur. Sonra lazım olsa bu yox. Başqa işiniz də olsa gəlib mənə deyərsiniz. Başqa işinizin olmağını gəlib mənə deyərsiniz. Burada da bir şey yoxdur. Kino qurtardı, mənim dərdim təzələndi cümləsinin əvvəlinə elə ki ifadəsini əlavə etsə cümlədə nə dəyişər? Cümlədə deyir əvəzi işlənər, zaten var. Cümlə 2 qrammatik əsasdan ibarət olar. Onsuz da 2 qrammatik əsasdır. Qurtardı nə kino, təzələndi nə mənim dərdim. Cümlədə bərabər hüquqlu tərəflər işlənməz, bəli. Bu normalda tabesiz mürəkkəb cümlə, düzdür? Amma elə ki artır bərabər hüquqlu tərəflər olmayacaq. Biri o birindən asılı olacaq. Cümlə quruluşca mürəkkəbdir, onsuz da mürəkkəbdir. Vergüldən sonraki hissə səbəb bildirməz. Vergüldən sonraki hissə səbəb bildirməz. Bu hissə onsuzdakı nəticədir, nəticədir. Belə. Sonra bu neçədir? 17. Aşağıdakı cümlə ilə bağlı neçə fikrin doğru olmasını əminliklə söyləyə bilərik. Kim istəyir, o da imtahandan yüksək qiymət alsın. Bu cümləni iki cür düşünmək olar. Deyirəm ki, kim istəyir, o imtahandan yüksək qiymət alsın. Falan kəslər deyəcək ki, məsələn, Aytən deyəcək mən. Bir də deyirəm, kim istəyir, o da qiymət alsın. Yəni ki, bağlayıcı söz, bir də qarşılıq söz kimi düşünmək, bunu da qarşılıq söz kimi düşünmək olar. Sual intonasiyasının yaranmasına sual əvəzi iştirak edib, bunu dəqiq demək olmaz. Çünki kim istəyir o qiymət alsın, adlar deyəcəklər ki, məsələn, Aytən deyəcək ki, mən. Onda artıq sual intonasiyasının yaranmasında sual əvəzi iştirak edəcək. Yox, kim istəyirsə o qiymət alsın, bu artıq bağlayıcı söz olacaq və sual intonasiyası yaratmayacaq. Əminliklə deyə bilmərəm onu. Budaq cümlə baş cümlədən əvvəl gəlib. Bunu da demək olmur. Çünki budaq cümlə anlayışı bunu tabesiz mürəkkəb cümlədə düşünmək olur. Kim istəyir? Ki, bax belə. Kim daha doğrusu tabesiz yox. Kim istəyir ki, nəyi? Tamamlıq budaq cümləsi kimi də düşünmək olur və onda baş cümlə əvvəl gəlir. Kim istəyir ki, nəyi? O da imtahandan yüksək qiymət alsın. Cümlədəki fe'llər müxtəlif şəkillərdədir. Alsın, istəyir. Bu əmirdir. Bu da xəbərdir. Bu konkret məlum məsələdir. Bunu götürdük. Əvəzli budaq cümlənin baş cümləyə bağlanmasına rol oynamışdı. Bunu deyə bilmirəm. Məsələn, tamamlıq budaq cümləsi kimi düşünsəm olmaz. Adlı halda olan sözlər isim deyil. Adlı halda olan sözlər hansıdır? Məsələn, kim, bir də o. Əvəzliklərdə də adlı halda olan, bəli. Burada yüksək sözü də var. O da adlı haldadır və heç biri də isim deyil. Bunu da əminliklə demək olar. Cavab olar B variantı. Hansı mürəkkəb cümlədəki mımı ədatı bağlayıcı vasitə kimi çıxış etməmişdir? Deməli, sən nə edəcəksən? Anda ilə bunu əvəz eləyəcəksən. Əvəz eləyə bildinsə bağlayıcı vasitədir. Əvəz eləyə bilmədinsə bağlayıcı vasitə deyil. Layihə hazır olanda hamıdan əvvəl sənə göstərəcəyim bağlayıcı vasitədir. Bizimki söz verəndə heç zaman utanmaz bağlayıcıdır. Fiqura toxunanda gərək onu oynayasan bağlayıcıdır. Fiqura toxunanda qeyri-ixtiyarı
Qeyri-ixtiyari, qəsdənmi, təsadüfənmi? Nəsə bunlar sadə cümlədir ümumiyyətlə. Görəsən belə bir şey eləmək mümkün olanda layihəni saxlayaq. Düzdür, yoldaşlarımız burada nədir? Bir dəqiqə. 18. Görəsən belə hələ bir şey eləmək mümkündürmü? Layihəni saxlayaq. Mümkündürmü? Bunu da əvəz eləmək olmur. Mümkündür ki, layihəni saxlayaq. Əvəz eləmək olmur. Eyni də götürmək olar bura. Niyə 2 variant oldu? Hə, deyir hansı mürəkkəb cümlədəki? D-ni götürmürük. Çünki bu sadə cümlə idi axı. Sadə cümlədir. Şərtə diqqət eləməmişəm. Düzdür, yoldaşımız o qədər mütəssir oldular ki, bir çoxları ağladı cümləsi ilə bağlı uyğunluğu müəyyənləşdirin. Aha, deyir ki, budaq cümləni baş cümləyə bağlanmasında iştirak edib, düzdür, iştirak eləyib. Yox, düzdür, o qədər mütəssir oldular ki, yox, moda söz iştirak eləməyib. Çünki burada amma sxemi yoxdur axı. Düzdür, burada bir amma olsaydı, deyə bilərdik ki, iştirak eləyib. Amma indiki halda yox. Bunu çıxdıq. Burada ki, iştirak eləyib. Sonra budaq cümlənin baş cümləyə bağlanmasında iştirak etməyib. Modal söz. Ədat da ümumiyyətlə yoxdur. C variantı. Aşağıdakı nitq hissələrindən neçəsi budaq cümlənin baş cümləyə bağlanmasında iştirak edə bilər? Əvəzi iştirak edir. Məsələn, sual əvəzlikləri kim ki, hər kəs və s. Ədat mımmi iştirak edir. Modal söz düzdür, amma sxemində bağlayıcıdır, iştirak edir. Modal sözdə zərfdə o vaxt, o zaman bu tipli zərflər də iştirak edir. Yəni hamısı 1, 2, 3, 4, 5 dənə hamısı. Hansı cümlədə fərqləndirilmiş hissə baş və budaq cümləni bir-birini bağlamaq xidmət etməyib? Ora xidmət eləməyib. Çünki əvəzik gəlibdir. Əvəzik gəlib bağlayıcı vasitə ola bilməz. Sonra nə zaman məlum oldu ki, bu yox. Burada da nə zaman bağlayıcı vasitə deyil. Bağlayıcı vasitə olsaydı bu budaq cümlədə gəlməli idi. Bura baş cümlədir. Baş cümlədə bağlayıcı vasitə nə zaman gələ bilməz. Sual əvəzliyi o zaman bağlayıcı vasitə olur ki, budaq cümlədə işlənir. Baş cümlədə yox. Deməli 1-2-ni götürdük. Amma bəli, burada amma bağlayıcı vasitədir. Düzdür, amma sxemidir. Elə ki müharibə bitdi, sərhədlər açılmağa başladı. Bu da bağlayıcı vasitədir. Cavabımız olar A variantı. Cədvəldəki uyğunsuzluqları müəyyənləşdirin. İndicə isinəcəksən, ocağa qalamışam. Baş cümlə budaq cümlədən əvvəl işlənmişdi. Bəli, indicə isinəcəksən, çünki artıra bilirsən də. Bir düzdür. Bir düzdür. Elə komanda yoxdur ki, bütün oyunları uduzsun. Bütün oyunları uduzan komanda yoxdur. Bu başdır, bu başdır, bu budaqdır. Budaq cümlə baş cümlədən sonra işlənmişdir. Bu da düzdür. O vaxt oyandım ki, o vaxt oyandım. Başdır, sonra budaqdır. Deyir, baş cümlə, budaq cümlə sonra işlənib, yanlışdır. O vaxt əvəzik gəlibdir. Baş birinci gəlibdir. Deməli, 3 yanlışdır. Bir şərtlə yenə bu əvəzik gəlibdir. Baş birincidir. Budaq ikincidir. Baş cümlədən əvvəl işlənmişdir. Səhvdir. Cavab olar A variantı. Hansı həm tabeli, həm də tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilər? Homonimliyə malik deyil. Bu C olar da. Mümmi tabesinin tərəfini bağlaya bilmir. Kim? Kim tabesinin tərəfini bağlaya bilmir? İlə heç birisinin tərəfini bağlaya bilmir. Ancaq sözü də homonimliyə malikdir. Aşağıdakı cümlələrdən hansı sadələşərsə, budaq cümlə xəbərin tərkibində işlənər. Kim mənim sözümə baxsa, onun dostu olacağam. Mənim sözümə baxanın dostu. Kimin dostu olacağam? A yox. Ya da yox. Nə? Bax. Kim mənim sözümə baxsa, onun dostu olacağam. Bunun sadələşməsi belə olur da. Mənim sözümə baxanın dostu olacağam. Düzdür? Belə sadələşir.
Burada olacağam müstəqil məna ifadə etmir. Bu da üçüncü növdür. Hamısı bir yerdə olur. Hə, elə budur. Ağızdan dedim, tam aydın olmamışdı. Aha, elə budur. Harada desəniz toy orada olacaq. Toy dediyiniz yerdə olacaq. Burada olacaq baş tutmaq mənasındadır. Bu müstəqil xəbərdir, bu heç. 3 gün idi ki, nə 3 gün idi? Bu mübtəda budaq cümləsidir, bu heç. Bütün bunlar kimə görədirsə, o da cavab verəcək. Burada qarşılıq sözüm odur, mübtədadır. Deməli, bu mübtəda olacaq. Sadələşəndə mübtəda olacaq. Onu da demişdi ki, qalib olmadan geri dönməyəcək. Qalib olmadan geri dönməyəcəyini demişdi. Onu tamamlıqdır. Deməli, bu da tamamlıq olacaq. Aşağıdakı nümunədə budaq cümlədəki nitq hissələrinin ardıcıllığını müəyyənləşdirir. Mahir ki, sizə dayaq olur. Bu bizim budaq cümləmizdir. Bu da bizim baş cümləmizdir. Onu necə tapmaq olar? Sasəni artır. Ümumiyyətlə, bağlayıcıları, şəkilçiləri artırmaqla tapmaq daha rahatdır. Mahir ki, sizə dayaq olursa, ona hər işdə kömək etməlisiniz. Belə, budaq, baş. Bizə nə lazımdır? Budaq cümlədəki nitq hissələri. Heç nə, isimdir, ki, ədatdır, sizə əvəzlikdir, dayaq olmaq da feildir. Dayaq olmaq da feildir. Cavab olar D variantı. Budaq cümlə səbəb bildirir. Bunlar ona görədir ki, siz işinizi gec təhvil verirsiniz. Burada məsələ nədir? Bu sadələşəndə xəbər budaq cümləsinə çevrilir. Yəni budaq cümləsi səbəb bildirmir, xəbər budaq cümləsi olur. Ona görə biri çıxsaq, niyə demisən ki, nəyi? Bu da tamamlıq budaq cümləsidir. Məcbur oldu deyirik, çünki doğrusu budur. Bu səbəb bildirən deməli bir bağlayıcıdır. Ona görə yalnız 3'ü götürürük. Amma biraz mənası testi. Bax, bu da. Budaq cümlə baş cümlədəki işin səbəbini bildirir. Baş cümlədəki işin. Kəndimizi ona görə sevirik ki, bu bizim baş cümləmizdir. Vətənimizin bir güşətlidir. Bu da səbəb bildirir. Geyin ki, əl ayağın üşüməsin. Bu məqsəd bildirir. Əl ayağın üşüməsin deyə geyin. Ona görə sevimlisən ki, burada da iş yoxdur. Yəni hərəkət yoxdur. Baş cümlə budur. Baş cümlə budur. Burada da iş, hərəkət yoxdur. Ona görə 3'ü də çıxırıq. Cavab olur C variantı. Klasteri tamamlayın. O deməkdir ki, döyüş hələ də davam edir. Bu sadələşəndə nə olur? Xəbərin tərkibində işlənir. O deməkdir. Nə demək? Budaq cümlənin baş cümləyə bağlanmasında işarə əvəzi iştirak etmişdi. Bu yanlış fikirdir. Birincisi bu işarə əvəzi deyil. Bu şəxs əvəzliyidir. İkincisi də ki, bağlayıcı vasitə deyil. Ona görə A-nı çıxaq. Sonra 1'ə F qoymalıyıq. Budaq cümlə sadələşdə xəbərin tərkibində işlənir, düzdür. 2'yə də B. Yazıq kişi elə oldu ki, sanki güllər necə oldu? Bax, elə oldu ki, bu bir yerdədir. D-ni götürmək olar. Məlumunuz olsun ki, nə? Mübtədanın yerində olacaq sadələşəndə. Hansı nümunə sadələşdikdən sonra da tərkibindəki cümlə üzvlərinin sayı baş cümlədəki cümlə üzvlərinin sayı ilə eyni olar. Bu nə tezdir? Kəssə hər kəs tökülən qan izini qurtaran dahi odur yer üzünü. Bu mənim baş cümləmdir. Nədir? Dahi, yer üzünü qurtaran dahi odur. Nədir odur? Kim? Yer üzünü qurtaran dahi. Hansı bir yerdə? Bir mübtəda var burada. Bir də nə var? Xəbər var. İndi deyir ki, sadələşdirdikdən sonra da eyni olacaq. Tökülən qan izini kəsən dahidir. Yer üzündə, bax belə. Yer üzünü yox. Bir dəqiqə. Deməli necə olacaq? Yer üzünü, tökülən qan izini kəsən, yer üzünü qurtarandır. Nədir? Yer üzünü qurtarandır. Kim? Tökülən qan izini kəsən. Bu da mübtəda xəbər sxemidir. Nəsə, belə bir mənasız bir testdir bu.
Digərlərinə də baxmıram. Fərqləndirilmiş söz müstəqil cümlə üzüdür. Baş və budaq cümləni bir-birinə bağlamağa xidmət etmişdir. Müstəqil cümlə üzü deyirsə, kimin sözü müstəqil cümlə olmaz? Kimin sözü? Zəifdirsə, nə? Kimin ürəyi? Hamısı bir yerdədir, anı çıx. Elə bürünmüşdür ki, bəli, bu müstəqil cümlə üzüdür, zəflikdir. Baş və budaq cümlə bir-birinə bağlamağa xidmət etmişdir. Amma bu da 2 dəqiqədən bir pozana keçirir. Amma bu bağlayıcı vasitə ola bilməz də. Bayaq dediyimiz məsələdə əvəzik gəlib baş cümlədə ola bilməz. Daha doğrusu əvəzik gəlib baş cümlədə işlənibsə bağlayıcı vasitə ola bilməz. Nə vaxtdan eşitmisən ki, taxılın qiyməti qalxacaq? Burada yenə budaq baş cümlədə gəlib bağlayıcı vasitə ola bilməz. Kimə demək istəyirsinizsə, budaq cümlədir. Demək istəyirsiniz bir yerdə, kimə tamamlıq müstəqil cümlə üzüdür və bağlayıcı vasitədir, D-ni götürmək olar. Bilmək istəyirdim ki, görəsən bu nə əhvalatdır. Bu eləcə sual əvəzi idi, yəni burada bir bağlama vasitəsi yoxdur. Bağlama vasitəsi budur burada. Sual işarəsinin yerinə yazıla bilər. Əgər sözünün üstündə dursan, bu mənim budaq cümlə, səni bağışlayacağım baş cümləm. Oturdu mu? O bir də qalxan deyil, oturanda bu oldu mənim budaq cümləm, bu oldu mənim baş cümləm. Tərəfləri yalnız intonasiya ilə bağlanmışdı, yox. Baş cümlə budaq cümlədən sonra gələn tabeli mürəkkəb cümlədir, bəli, olar. Sonra əvəzi mübtədası buraxılmayan sadə cümlədədir. Əvəzi mübtədası buraxılmayan deyir. Əvəzi buradadır. Bunun isə mübtədası buraxılıb. C səhvdir. Budaq cümlə baş cümləyə yalnız bir bağlayıcı vasitə ilə bağlanmışdır. Yox, hər ikisində məsələn əgər var, burada mumi var və intonasiya da var. Yalnız bir deyil. Sonra tabeedici cümlədə mübtəda yoxdur. Burada hətta dursan şərt şəkli də var. Tabeedici cümlədə mübtəda yoxdur. Tabeedici cümlə bunlardır. Baş cümlələrdir. Amma burada var. O, qalxan deyil. Qalxan deyil. Kim? O. Deməli, E də səhv fikirdir. Cümlələrlə bağlı verilən fikirlərdən doğru olanları seçin. Onunla küçədə rastlaşdıq. Həyəcandan əllərim əsdi. Deməli, bu nədir? Tabesiz. Sən özünü sevmirsənsə tabeli. Digər insanlar da sənə can yandırmayacaq. Deyir ki, tabeli mürəkkəb cümlədir, bir səhvdir, tabesizdir. 3-ü götürmək olar. Xəbərlərin ifadə vasitələrindən biri 2 leksik şəkilçili feildir. Heç birisi. Rast sözün kökü rastlaşmaq leksidir, 1 leksik şəkilçidir, 2 səhvdir. Baş cümlənin xəbəri frazoloji birləşməli ifadə olunub. Sevmirsənsə budaq buradır, baş buradır, can yandırmaq, bəli, 4 düzdür. Budaq cümlənin feili düzəltmədir. Budaq cümlənin feili sevmirsənsə sev, m, inkar, ir qrammatik, sənsə, yox, yanlışdır. Baş və budaq cümlənin sintaktik təhlil sxemi eynidir. Nə etməyəcək? Can yandırmayacaq. Kimə, sənə, kim insanlar, hansı insanlar, digər. Nə etmirsənsə, sevmirsənsə, burada ən azı təyin yoxdur da, ona görə bu da yanlış fikirdir. Cavabımız oldu nə? 3 ilə 4. 3 ilə 4. Budaq cümlənin feili düzəltmədir. Hədə var da 3 ilə 4. D variantı. E variantı. Cümlələri müqayisəsində uyğunsuzluğu müəyyən edin. Kim oxuduğu əsəri danışsa, hədiyyə qazanacaq. O hədiyyə qazanacaq. Kim oxuduğu əsəri danışsa, o hədiyyə qazanacaq. Burada bizim bu nəyimizdir? Budaq cümləmizdir. Bu tərəfdə bizim baş cümləmizdir. Hara getmək istəsə, bu bizim budaq cümləmizdir. Bu baş cümləmizdir. Bu mübtədadır. Bu da oraya aparın. Bu da zəflik budaq cümləsidir.
Yeni nə deyir? Budaq cümlədə mübtəda var deyir. Burada oxuduğu əsəri nə isə danışsa, kim? Bir düzdür. İkinci cümlədə mübtəda yoxdur. Bir düzdür. Biri çıxaq. Biri çıxaq. Budaq cümlədə cümlə üzvləri arasında uzlaşma əlaqəsi var. Bu yanlış fikirdir. Ortaya yazıb. Yanlış fikirdir. Çünki cümlə üzvləri arasında uzlaşma xəbərlə mübtədanın arasında olur. Düzdür? Burada yoxdur. Daha doğrusu birdə var. Birdə var. Amma ikidə yoxdur. Ortaya yazılmamalıdır. İki bura yazılmalıydı. İkini götürürük. Uyğunsuzdur deyə. Məsdər tərkibi ilə ifadə olunan tamamlıq budaq cümlədədir. Burada məsdər tərkibi yoxdur. Getmək maq plus istəmək sxemində bir yerdə götürülür və tərkib yaratmış sayılmır. 3də yanlış fikirdir. Cavab olar D variantı. Euler-Venn diaqramı yenə uyğunsuz. Kim qorumur öz dilini? Qoy buradan içsin ilmirim. Deməli, bu nədir? Mübtəda budaq cümləsidir. Bu budaq cümlədir. Bu baş cümlədir. Elək yeni ev eşik düzəldib şad xürrəm yaşamağa başlamışdı ki, bu budaq cümlədir. Bu da baş cümlədir. Deyir ki, budaq cümləsi baş cümlədən öncə gələn tabeli mürəkkəb cümlədir. Bir ortaya yazılmalıydı. Uyğunsuzdur. Biri götürdüm. Bağlayıcı söz bağlayıcı vasitədir deyir. Bəli, kim? Burada var bağlayıcı söz, bağlayıcı vasitədir. Burada isə elə ədatdır. Bağlayıcı söz deyil. 2 səhvdir deməli. Daha doğrusu 2 düzdür, 2-ni çıxdıq. Baş cümlədə frazoloji birləşmə var. İlim itmək frazoloji birləşmədir. Bu tərəfdə də şər atmaq frazoloji birləşmədir. Yəni 3 düzgün fikirdir. Budaq cümlədə ədat yoxdur deyir. Budaq cümlədə ədat yoxdur deyir. Niyə? Burada var da elə ədatdır. Ona görə 4 yanlış fikirdir. 4 bura yazılmalıydı. Birinci cümlədə yoxdur, ikincidə var. Bağlayıcı vasitədir. Hansında? Hədir, 2 var burada. Bağlayıcı vasitədir. Düzdür, 5. Sonra budaq cümlədə işarə əvəzliyi var. Budaq cümlədə işarə əvəzi yoxdur. Elə idi, onu da ədat demişik. Bu da yanlış fikirdir. Cavab olar A variantı. Cümlələrin biri həm tabeli, həm də tabelsiz mürəkkəb cümlə kimi düşünmək olar. Qapını açdım ki, bu 2-yə görə mən buna heç vaxt tabelsiz deyə bilmərəm. Anladım, sən adam olan deyilsən. Bunu anladım. Yəni, sən adam olan deyilsən. Bir də anladım ki, sən adam olan deyilsən. Nəsə, bunu iki cür hardasa düşünmək olar. Görün, başqası var. Dağların qoynunda gəzmək, dərdi sərbikanı örnək. Bu sadə cümlədir bu heç. Xoşbəxt olmaq üçün nə lazımdırsa, bu da mürəkkəb cümlədir. Bu, daha doğrusu tabeli mürəkkəb cümlənin xəbəri ola bilər bu sasə. Yolun kənarı ilə səssizcə gedirdim, məni çağırdı. Bu tabelsizdir. Bunu nətər düşünmək olar ki? Tabelsizdir. Elə ən uyğunu B-dir. Uyğunluğu müəyyən edin. Ana ola bilərmi ki ilə əvəz eləyirsənsə, A-nı buraya yaz. Baş birinci gəlib, budaq ikinci. Rasim, doğrudur ki, kursda işləməkdən imtina etmirsən. Sadə cümlədir bu. B-ni hər tərəfdən yox et. Doğrudur ki, hə bu şey. Bir dəqiqə. Nə doğrudur? Nə doğrudur? Doğrudur ki, deməli, baş birincidir, budaq ikincidir. B-ni də buraya yaz. Ürəyin nə istəyirsə, deməli, budaq birincidir, baş ikincidir. İşini sevirdin ki, niyə istefa verdin? İşini sevirdin, niyə istefa verdin ki? Bu sadə cümlədir. Adam var, başına səpəsən güllər, adam var gözünə çəkən. Necə adam var? Bu bizim nəyimizdir? Baş cümləmizdir. Necə adam var? Necə adam var? Bu bizim baş cümləmizdir. Bu da budaq cümləmizdir. Eyni də yazaq bura. D olar burada cavab. Sonra
Yenə bir halda ki, mən öz sirrimi saxlaya bilmirəm, başqası bu sirri necə saxlasın? Bu şərt bağlayıcısıdır. Deyirdik, şərt bağlayıcısı işlənəndə budaq birinci gəlir. Bura yazacağıq nə? A-nı bura yazacağıq. Sonra insanları sevsən, sevilərsən. Əgər insanları sevsən, B-ni də bura yazaq. Otaq isinməyə başlamışdı ki, qaz kəsildi. C-ni də bura yazaq. Zaman budaq cümləsidir. Birinci budaq gəlib, sonra baş. Pisliyi ədalətlə qarşıla, yaxşılığı da yaxşılıqla. Sadə cümlədir bu. Sən qarşıla. Əlindəki iş qurtarmamış başqasına girişmə, çünki bu da baş cümlənin sxemidir, E-dir. 1-ə E, 2-yə A, B, C. Cavab olar B variantı. Nitqimizdə bəzi sözlər var ki, onu deməyə çox çətinlik çəkirik. Aha, bu sxemə heç nə uyğun olmaz, çünki ox tərsinə olmalı idi. Budaq cümlədəki isim, bizim baş cümləmiz budur, budaq cümləmiz də budur. Deyir, budaq cümlədəki isim sifətdən düzəlib. Burada isim yoxdur. Çətinlik çəkmək bir yerdədir, feildir, B səhvdir. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənib. Yox, bəzi sözlər var ki, necə sözlər? Bunun təyinin əvəzi ilə ifadə olunmuş təyinin yerində işlənib. Budaq cümlədə məcazi mənalı ifadə yoxdur. Səhvdir də. Çətinlik çəkmək məcazi mənalı ifadədir. Baş və budaq cümlədəki fərqli nitq hissələrinin sayı bərabərdir. Nitqimiz isim, bəzi əvəzlik, söz isim, var predikativ, 2 də bağlayıcı, 3 dənə buradadır. Onu deməyə çətinlik çəkirik, çox çətinlik çəkirik. Onu əvəzlik, çətinlik çəkmək feil, çox da ədat. Ədat nədir? Çox çətinlik çəkirik. Zərf. Hardasın? 3 dənə də buradadır. Deməli, cavab E variantı olar. Hansı cümlədə budaq cümlə baş cümlədən əvvəl gəlib? Budaq cümlə məlum oldu ki, nə? Baş birinci budaq. Külək əsdi, yarpaqlar töküldü. Tabes mürəkkəb cümlədir. Kim bu yarışda qalib olmaq istəyir? O öncə gəlməlidir, C-dir. Burada budaq birincidir, baş ikinci. Bilirsənmi nəyi? Deməli, baş birinci, budaq ikinci. Düşünürdü ki, nəyi? Baş birinci, budaq ikincidir. Cümləni necə tamamlasaq tabeli mürəkkəb cümlə alınar. Son sözü mən deyəcəyəm. Hamı qulaq asmalıdır. Nə deyir? Cümlədə mübtədalar çıxarsan nə dəyişir? Yox. Cümlədəki iç xəbəri feilin şərt şəklində işlətsək, ola bilər. Deyəcəyəm, desəm, son sözü mən desəm, hamı qulaq asmalıdır. Şərt şəkli yalnız tabeli mürəkkəb cümlənin xəbəri olur. Elə ən yaxşısı odur. Hansı tabeli mürəkkəb cümlənin tərəfləri yalnız ədat vasitəsilə bağlanıb? Oğlan yaman qəzəblənmişdi. Lap əsəbindən, bu sadə cümlədir. Oğlan qəzəblənmişdi, oğlan bığını çeynəyirdi. Məni tanısa belə, sa plus belə sxemidir bu. Sa plus da sxemidir. İşləri düzəldimi? Daha burada qalmayacaq. Düzələndə, anda D-ni götürmək olar. 41-ə D-ni götürmək olar. Kimi tapşırmışam, bu da bağlayıcı sözlə bağlanıbdır. Sonra uyğunluğu müəyyən edin. Baş cümlə budaq cümlədən öncə gəlmir. Öncə gəlmirsə, deməli, budaq birinci gəlib, sonra da bunun oxunu səhv qoydum. Sonra da baş gəlib. Budaq birinci, sonra da baş. Budaq cümlə baş cümlədən öncə gəlmir deyirsə, baş birinci gəlib, sonra budaq da ikinci gəlib. Nəyi deyirsənsə gətirsin, budaq birinci gəldi. Necə tələb edirlər, elə də işlə budaq birinci gəlir. Təzəcə maşın dayanmışdı ki, səs gəldi, budaq birinci gəldi. Məqsədimiz budur. Nədir? Məqsədimiz budur ki, nədir? Deməli, 4 baş birinci gəlir. Saranı evdən qovsanız, mən də gedəcəyim. Əgər Saranı evdən qovsanız, burada budaq birinci gəlib, baş ikinci. 5-ə çıxıb yerdə qalan hamısını götürmək olar bura. Sonra
Cümlələrlə bağlı fikirlərdən yalnız birinin doğru olduğu variant. Çaylar gördüm, çayları gördüm, nə etdim gördüm, nəyi çayları, gölləri gördüm, nəyi gölləri. Qupqurudu, dumdurudu, bunlar da mənim xəbərlərimdir. İndi nə etməliyəm? Budaq cümlələrdəki sifətlər çoxaltma dərəcəsindədir. Yalnız deyir biri doğru olsun. Düzdür, hər ikisi. Çayları gördüm ki, necə çayları? Bunlar budaqlardır, bunlar başlardır. Qupquru, dumduru düzəltmədir. Baş cümlədə təsirli halda olan isimlər var, doğrudur. Baş cümlədə isim var, bəli, çaylar, göllər. Baş cümlədəki isimlər form olaraq cəmdədir, bəli, hər ikisi lar şəkilçisini qəbul edibdir, cəmdədir. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənib, bəli, doğrudur. Təyinlər yoxdur. Sadələşəndə qupquru çaylar gördüm, belə olacaq. Baş cümlə genişdir, doğrudur. Tamamlıq və xəbərdən ibarətdir, genişdir. Müxtəsər olanda yalnız mübtəda xəbərdən ibarət olur. İki cümlədə də bağlayıcı vasitə yalnız intonasiyadır. Doğrudur, isimlər adlıq haldadır, yanlışdır. Təsirlik haldadır. Cümlələr tabesi mürəkkəb cümlədir, yanlışdır. Budaq cümlələrdə mübtəda var. Bu da yanlışdır. Qupqurudur, dumdurudur, hanı mübtəda? Biri tabeli mürəkkəb cümlə deyil. Söz var, necə söz var? Gəlib keçən. Nə əkərsən, nəyi əkərsənsə onu. Nə danışır, nə də gülür zaman budaq cümləli. Yox, nə danışır? Sadə cümlədir. Sadə. Deyəcəyim zaman budaq cümlə, amma sadə cümlədir. Nə lazımsa edir, nə buyurursa, bunlar salsələrdəki tabi mürəkkəb cümlənin xəbəri olur ancaq. İki tabi mürəkkəb cümlə üçün hansı hökm istənilən halda ortaq cəhətdir? Yalnız 2 qrammatik səhvdir, 3 qrammatik əsası da olar. Tərkibində tabesi əlaqəsinin olmaması yanlış fikirdir. Bayaqdan var idi, həmciz tabeli mürəkkəb cümlə idi, amma həmciz üzvləri var idi baş cümlədə, budaq cümlədə. Bu yanlış fikirdir. Tərkibində mübtədanın olması. Yox, istənilən halda deyə bilməzsən də. Məsələn, nə əkərsən, onu biçərsən, tabeli mürəkkəb cümlədir, amma burada heç birində mübtəda yoxdur. Tərkibindəki sadə cümlələrdən heç birinin adlıq cümlə olmaması, bəli. Adlıq cümlə xəbəri olmayan cümlədir. Yəni, onun tərəfini təşkil edə bilməz. Cümlədə ən azı 2 sözün suala cavab verərək cümlə üzvü olması, bu da yanlış fikirdir. Məsələn, bu nə lazımdırsa edin. Bu cümlədə bir dənə edin sözü suala cavab verir. Bu yanlış, amma tabi mürəkkəb cümlədir. Deməli, belə. Sonra 46-ya baxaq. Tərkibində bağlayıcı söz olan cümlədə baş cümlə əvvəl gəlir. Yox, bağlayıcı söz varsa budaq cümlə əvvəl gəlir. Məsələn, kim yaxşı oxusa o tələb olacaq. Deməli, bu yanlış fikirdir. Ki bağlayıcısı olduğu hissə həm baş, həm budaq cümlə ola bilər. Bəli, doğrudur. Məsələn, evə çatmışdım ki, zəng gəldi. Burada ki budaq cümlədə işlənib. Bir də məlum oldu ki, burada da ki baş cümlədə işlənib. Bu yanlış fikirdir. Daha doğrusu doğru fikirdir. Tabi mürəkkəb cümlədə səbəb bağlayıcıları budaq cümlədə işlənir. Səbəb bağlayıcıları çünki, ona görə ki, bəli, doğru fikirdir. Məsələn, deyirəm ki, çünki ilə bağlı nəsə deyək. Ağlayırdı çünki yeni sinifə keçmişdi, belə bir şey. Tərkibindəki hərçənd sözü ona tabeli mürəkkəb cümlədə. Tərkibində hərçənd sözü olan tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümlədən öncə gəlir. Bəli, doğru fikirdir. Qabana yanlış yazıb. Tabeli mürəkkəb cümlədə elə ədatı olan hissə mütləq budaq cümlə olur. Bu yanlış fikirdir. Yəni, elə ədatının fərqi yoxdur da. Hər yerdə gələ bilər. Bizim cavabımız olar C variantı. Sabirin satiraları ona görə yaşayır ki, şair bu satiralarda əsl vətəndaş mövqeyini nümayiş etdirmişdi. Tabi mürəkkəb cümlə hansı bağlayıcı vasitələrlə bağlanmışdır? Ki ilə bağlanıb da bu. Nə ilə bağlanmış? 47. Ki. Sonra 48. Hansı fikri təksib edən cümlə qurmaq mümkün deyil? Tərkib hissələri şəxsi cümlə olan tabi mürəkkəb cümlə yoxdur. Bu mütləq ki var. Məsələn, nə deyə bilərik?
Bu dəqiqə ağlıma gəlmədi, amma mütləq ki var. Tərkibində bağlayıcı olmayan tabe mürəkkəb cümlə yoxdur. Bu yanlış fikirdir. Tərkibində bağlayıcı olmayan. Məsələn, deyir, nəyi istəyirsə ver, nə lazımdırsa edin. Burada bağlayıcı yoxdur. Bu yanlışdır. Tərkibində mübtəda olmayan tabe mürəkkəb cümlə yoxdur. Elə bunlardan nə lazımdırsa edin. Nəyi buyurubsa olacaq. Məsələn, bu cümlənin mübtədası yoxdur, amma tabe mürəkkəb cümlədir. Tərkibində durğu işarəsi olmayan tabe mürəkkəb cümlə yoxdur. Bəli, bunu təksib eləmək mümkün deyil. Tabe mürəkkəb cümlədirsə mütləq durğu işarəsi olacaq. Tərkib hissələrinin xəbərləri eyni zamanda olan tabe mürəkkəb cümlə yoxdur. Eyni zamanda olan deyir, nə əkərsən, bu nə yaxşı var bu tərəf. Nə əkərsən onu biçərsən. Tabe mürəkkəb cümlədir. Hər biri də qeyri-qəti gələcək zamandadır. Eyni də dedik. Bu da yadıma düşmədi. Hansı variantda tabe mürəkkəb cümlədə baş və budaq cümlə yanlış göstərilib? Əsəbləşməyim ondan ötürüdür ki, başdı, bu tərəfdə budaqdır. Birinci dəfə idi, başdı, budaqdır. İndi mərasim olmayacaq. Bəzi önəmli qonaqlar hələ gəlməyiblər. Başdı. Budaq. O da qaranlıq qaldı ki, nə? Başdı. Bu da budaqdır. O ki mənə bu qədər yardım etdi. Allah onun muradına çatdırsın. O ki bağlayıcı söz yerindədir. Bu da onun qarşılığıdır. Deməli, bu budaqdır, bu tərəf başdır. Cavab olar E variantı. Cəlvədəki bütün düzgün fikirləri seçək. 2 qrammatik əsası olan və xəbərlərindən biri feilin şərt şəkli ilə ifadə olunan cümlə. Tabe mürəkkəb cümlədir. Bəli, cümlənin xəbərlərindən ən azı biri ismi xəbərli deyil. Feilin şərt şəklidirsə ismi xəbər deyil. Cümlədə vergül işarəsi var. Bəli. Cümlədə ən az bir mübtəda var, olmaya da bilər. Cümlədə ən az bir qrammatik şəkilçi var. Bəli. Cavab A variantı. Hansı tabe mürəkkəb cümlələrdə qüvvətləndirici ədat bağlayıcı vasitədir deyir. Sa plus da sxemidir. Bu götürə bilərik. Qüvvətləndirici ədatdır burada. Sonradan öyrənsə belə yenə sa plus belə sxemidir. Qüvvətləndirici ədatdır belə də. Hava qaraldı mı? Burada da ümumi bağlayıcıdır, amma bu sual ədatıdır. Ona görə 3-ü çıxdı. Mən burada qalmaq istəmirəm daha. Çox işlədirlər. Bu yox. Burada daha bağlayıcı vasitə zad deyil bu heç. Mən sizə gəlməyəcəm də. Niyə çəkmirsən? Burada da bağlayıcı vasitə deyil. Cavab olar 1 ilə 2. Da o zaman bağlayıcı vasitə olur ki, o sa plus da sxemi, sa plus belə sxemində olsun da. Yəni bu halda yox. Rəqəmlərin yerinə ardıcıllıqla yazılma. Elə ki sözünü dedi, qapını açıb tələsik çıxıb getdi. Bu nədir? Bu bizim olsun budağımız. Budağımız bu tərəfdə başımızdır. Zaman budaq cümləsidir. Budaq cümlədə ədat var. Bəli, buradakı ki ədatdır. Elə içəri girmişdim ki, bu da ədatdır. Üstümə hücum çəkdi. A-nı götürə bilərik, digərlərinə baxaq. Budaq cümlədə mürəkkəb feil var. Budaq cümlədə sözünü dedi yox. Mürəkkəb feil yoxdur. Burada baş cümlədə ədat var. Qapını açıb tələsik çıxıb getdi. Bu ədat yoxdur. Budaq cümlədə düzəltmə zərf yoxdur. Budaq cümlədə feili bağlama tərkibi yoxdur. Nümunə ilə bağlı bütün doğru fikirləri müəyyən edin. El bilir ki, sən kimsən, kimlərdən sən, nəsən. Bu da ki, sadə cümlədir bu tərəf. Tabe mürəkkəb cümlədir. Bəli, ümumilikdə bir yerdə tabeli mürəkkəb cümlədir. Bu birisi tərəfdə də həmcins xəbərlər var. 2 də düzdür. Budaq cümlədə yalnız əvəzliklər var. Bəli, bu bizim budağımızdır. Bu da bizim başımızdır. Sən, kim, kimlərdən nə, hamısı əvəzliklərdir. Baş cümlədə toplu isim yoxdur. Bəs el nədir? El toplu isimdir də. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerini düşən. Bəli, doğrudur. El nəyi bilir? Sənin kim olduğunu və s.
53D variantı. Cədvəldən bütün uyğun cümlələri seçin. Tərkibində bağlayıcı söz olan tabeli mürəkkəb cümlədir. Hansı maşını istəyirsə onu, hansı onu, bir düzdür. O yerdə ki, orada, o yerdə ki, orada. 2 düzdür. Necə istəyir bilmirsən, 3də yoxdur. Tərkib hissələri bağlayıcı ilə bağlanan. Tərkib hissələri bağlayıcı ilə bağlanan tabe mürəkkəb cümlədir. Elələri var ki, özünü zirvədə hiss edir. Burada kini götürə bilərəm. Özün görmədin ki, niyə elə danışırsan? Özün görmədin, niyə elə danışırsan ki? Görsə bu kinin yerini dəyişə bilirsənsə bu ədatdır. Ədatdırsa bu da sadə cümlədir. 5-i də çıx. Əlləri bağlı olsa da sa plus da sxemidir. Burada ədatla bağlanıbdır. Cavabım olar 1, 2, 4. E variantı. Müqayisə cədvəlindəki uyğunsuzluğu müəyyən edin. Tabelin mürəkkəb cümlə tərkib hissələri arasında və bağlayıcısı işlənə bilmir. Bu doğru fikirdir. Bu heç. Bunu çıxdıq. Tərəfləri bərabər hüquqlu olmur. Doğrudur. Tərəfləri bizə uyğunsuzluq deyir. Tərəfləri qarşılaşdırma bağlayıcıları işlənə bilər. C-ni bura yazmalıydı. C uyğunsuzluq yaradıb. Çünki qarşılaşdırma bağlayıcıları amma ancaq, lakin bu həm tabelidə var, həm tabesizdə. Tərəfləri arasında yəni bağlayıcı işlənə bilir, düzdür. İlə bağlayıcı ilə bağlanmır, bəli, düzdür. Cümləni necə tamamlasaq, budaq cümləsi baş cümlədən əvvəl gələn tabe mürəkkəb cümlə alınar. Budaq cümlə birinci gəlməlidir, başda ikinci gəlməlidir. Yolu buradan salmadılar. Belə ki, bura işə yaramırmış. Bu yox. Yolu buradan düşmədi. Çünki var bu nədir? Bunun başı birincidir. Yolu buradan düşdü. Heç bizə fikir vermədi. Bu sadə cümlədir. Yolu buradan düşəcək. Onda hamı sözünü deyər. Bu yox. Yolu buradan düşsədi. Bu ən yaxşısı budur. Sasə. Sasə ilə bağlanıbsa bu bizim budağımızdır. Bu tərəfdə baş cümləmizdir. Cümlələri müqayisə edərək uyğun fikirləri müəyyən edin. Əgər müharibə olmasa idi, bu müstəqil mənadadır burada. Mövcud olmaq mənasındadır. Nə müharibə. Torpaqlarımız azad olunmazdı. Nə torpaqlarımız. Məlum oldu ki, nə etdi məlum oldu. Təsərrüfat malları mağazası daha yoxdur. Nədir yoxdur, nə yoxdur? Təsərrüfat malları mağazası hamısı bir yerdə. Budaq cümlədə mübtəda yoxdur deyir ortaq cəhət kimi. Dayan, bu bizim budağımızdır, bu başımızdır, bu tərəf başımızdır, bu da budağımızdır. İndi deyir mübtəda yoxdur, hər ikisində də mübtəda var, bu səhv fikirdir. Cümlədə mənsubiyyət şəkilçili sözlər yalnız adlıq haldadır. Mənsubiyyət şəkilçili söz budur. Təsərrüfat malları, bir də mağazası. Təsərrüfat mallarının mağazası. Deməli, burada həm mənsubiyyət var, həm də gəlik haldadır. 2 səhv fikirdir. Sonra budaq cümlədə sadə feil var, baş cümlədə mürəkkəb feil var. Budaq cümlədə sadə feil var, bu. Biri götürürəm. Məlum baş cümlədə mürəkkəb feil var. Məlum oldu ki, bəli, mürəkkəb feildir. Deməli, 3 ilə 4-ü də götürmək olar. Cavab E variantıdır. Nəysə səhv eləmədik. Burada nəyi səhv elədik? Baş cümlədə mürəkkəb feil burada da var. Azad olunmaq burada da var. Baş cümlənin sxemini çəkmişik. Baş cümlədə hər ikisində mürəkkəb feil var. Ona görə biz bunu da çıxırıq. Cavabımız oldu C variantı. Hansı tabeli mürəkkəb cümlənin xəbərləri quruluşca fərqlidir? Körpə gördüm, dodağından damla-damla qan sızır. Burada sadə xəbərdir də bir sözlə. Elə hadisələr olur ki, mövcud olmaq mənasındadır, sadə xəbərdir. İndi anladım ki, yenə də sadə xəbərdir. Bu tərəfi, bura Milli Elmlər Akademiyasıdır. İndi anladım ki, bura hara? Milli Elmlər Akademiyasıdır. Bu da mürəkkəb xəbərdir. Nə deyirəmsə ona qulaq as, sadə xəbərdir. Deyirəm sadə xəbərdir. Dedi ki, adı Koroğludur bu da. Burada yalnız bir dənə
3 fərqlənir. Bu mürəkkəb xəbərdir. Digərləri sözlə ifadə olunduğuna görə sadə xəbərdir hamısı. Tabe mürəkkəb cümləni bağlayan vasitəni müəyyən edin. Kimin ki, bağlayıcı söz adına yazılıb Zəfər. Bağlayıcı sözlə bağlanıb. Sonra hansı tabe mürəkkəb cümlələr ki, bağlayıcısı ilə bağlanmışdı? Yaxşı yaşamırsan ki, yaxşı yaşamırsan, niyə şikayətlənirsən ki, bu ədatdır. Buradakı ki, ədatdır. Və bu cümlə sadə cümlədir. Biri belə çıx. Mən ki, oxusam da, ki bağlayıcısı ilə yox, bu sa plus da sxemidir. Bunu çıx. Elə yaz ki, mən də oxuya bilim, 3-ü götürə bilərəm. Pis insandır ki, niyə ayrıldınız? Pis insandır, niyə ayrıldınız ki? Bu 4-ü də çıx. Ədatdır. Şübhə yoxdur ki, o çox ağıllı rəhbərdir. Nədən şübhə yoxdur? Onun çox ağıllı rəhbər olmasından şübhə yoxdur. Qarşına maneələr çıxacaq, gərək dözümlü olasan. Əgər fərqləndirilmiş hissəni çıxsa sözü, çıxsa belə dəyişsək nə olar? Deməli, bu əvvəlcə qarşına maneələr çıxacaq. Mürəkkəb cümlədir. Sən dözümlü olasan, maneələr çıxacaq. Mürəkkəb cümlə. Cümlədəki qrammatik əsasların sayı dəyişməz. A-nı yazaq bura. Çünki 2 qrammatik əsası var da, 2 sadə cümlədən ibarətdirsə, 2 qrammatik əsası var deməli. Cümlənin quruluşca növü dəyişməz. Mürəkkəbdir, mürəkkəb qalacaq. Quruluşca növ dəyişməyəcək. Mürəkkəb cümlənin növü dəyişər. Bu normalda tabesizdir, tabesiz. Amma çıxsa belə olanda artıq tabeli olacaq. Deməli, bu dəyişəcək. C-ni yazaq bura. Cümlədəki bağlayıcı vasitə dəyişəcək. Niyə? Burada bağlayıcı vasitə intonasiyadır. Amma belə olanda sa plus belə sxemi olacaq. Deməli, bu dəyişəcək. Cümlədəki xəbərlərdən birinin quruluşu niyə dəyişir ki? Yox, heç birisi dəyişməyəcək. Yenə sadə xəbər olacaq da, çıxacaq. Çıxsa yenə sadə xəbərdir, sözlə ifadə olunacaq. Deməli, bu da dəyişməz. E-ni də yazırıq bura. Cavab olar E variantı. Uyğunluğu müəyyən edin. Baş cümləsi müəyyən şəxsli cümlə olan tabe mürəkkəb cümlədir. Deməli, baş cümlə müəyyən şəxsli olsun. Açarları bu şərtlə sizə verirəm. Bu bizim baş cümləmizdir. Bu da budaq cümləmizdir. Verirəm, müəyyən şəxslidir. Biri götürürəm. Düzü getmək istəyirəm. Amma bu bizim budağımızdır, bu başımızdır. Demək, ona görə də nə etmək olmaz? Tərk etmək olmaz. Bu hamısı bir yerdə. Haranı, buranı, burada müəyyən şəxsli yox, şəxssiz cümlə var. Baş cümlə. Ona görə 2-ni çıxırıq. 2-ni buradan çıxdıq. Budaq cümləsi qeyri-müəyyən şəxsli cümlə olan. Budaq cümlə qeyri-müəyyən. Hərçənd hava soyuq oldu. Bu bizim budaq. Bu tərəfdə baş cümləmizdir. Hərçənd hava soyuq idi, nə hava. Budaq cümlə müəyyən şəxsli cümlə oldu. Deməli, 3-ü də çıxdıq. Gözümdən düşsələr də, bu bizim budaq cümləmizdir. Sa plus da sxemidir. Bu tərəfdə baş cümləmizi gözümdən düşsələr qeyri-müəyyən şəxsli cümlədir. Cavab olar 1-lə 4. Verilən nümunə haqda fikirlər doğru, yanlış. Deməli, doğru, yanlış. Doğru, yanlış, doğru olmalıdır. Hansı pozub? O qədər kitab gətirmişəm ki, düz 2 il bəsimizdir. Bu bizim başımızdır, bu da bizim budağımızdır. Baş cümlədə bir bağlayıcı vasitə var. O da kidir, düzdür bu, doğrudur. Budaq cümlədə köməkçi nitq hissəsinə rast gəlinmir, düz ədatdır, yanlışdır. Nümunə sadələşdirdikdə budaq cümlə tamamlığı izah edən təyin rolunda çıxış edəcək. Gətirmişəm nəyi? Kitabı. Düzdür. Budaq cümlə baş cümlədəki ismin miqdarını bildirir. Bəli. O qədər kitab. Nə qədər kitab? Baş cümlədəki ismin miqdarını bildirir. Bu düz olmalıydı. Bu düz olmalıydı. Yanlış oldu. Deməli, pozan budur. Baş cümlədə əvəzlik yoxdur. Bəli, o qədər burada saydı. O qədər sözü ya zərf olur, ya say olur. İsmin qabağında gələndə saydı, feilin qabağına gələndə zərfdir. Bu da düz fikirdir. Bütünlüklə islanmışdır, çünki yağış yağdı cümləsi üçün. Hansı yanlış fikirlər? Yağış yağdı, bütünlüklə islandı cümləsi üçün doğrudur. Bu bizim
baş cümləmizdir. Bu da budaq cümləmizdir. Çünkiyə görə tabelidir bu. Yağış yağdı. Bu da tabesizdir. 2 qrammatik əsas bunun üçün də doğrudur, bunun üçün də doğrudur. Ona görə biri çıxdıq. Tərəflərindən biri digərindən asılıdır. Bunun üçün yanlışdır. Birinci üçün yanlışdır. Amma ikinci üçün doğrudur. İkini götürə bilərik. Yox, bunu səhv elədik. Artıra bilirik axı bura şey. Bağlayıcı. Yağış yağdı. Ona görə də bütünlüklə islandı. Bura tabeli, buna da tabeli deməliyik. Tərəflərdən biri digərindən asılıdır. Bu çıxdı. Budaq cümlədə kəmiyyət zərfi var. Yağış yağdı. Bu tərəfdə baş, bu tərəfdə budaqdır. Budaq cümlədə kəmiyyət zərfi var. Bütünlüklə. Bir dəqiqə, mən bunun içindən çıxa bilmədim. Bunu silib təzədən baxacağım buna. Aləmi qatdım bir-birinə. Variantın üstündə işlədim ki, tez çıxam, aləmi qatdım. Deməli, baxın, öz bildiyimiz qayda ilə gedək. Burada çünkünü gördüm. Bu oldu mənim tabeli mürəkkəb cümləm. Bu tərəfdə oldu baş, bu da oldu budaq. Yağış yağdı, bütünlüklə islandı. İndi heç nə artırmadım. Bu oldu mənim tabesiz mürəkkəb cümləm. Tabesiz. Yağış yağdı. Elə bir cümlə burada qutara bilər də. Yaxşı. Bu da oldu tabesiz. 2 qrammatik əsas var. Bunun üçün yanlış olmalıdır. Bunun üçün doğru olmalıdır. 2 qrammatik əsas var. İkisi üçün doğrudur. Biri çıxdı. Tərəflərindən biri digərindən asılıdır. Tərəflərindən biri digərindən asılıdır. Bunun üçün, birinci cümlə üçün doğru fikirdir. İkini çıxdım. Çünki həqiqətən də tabe mürəkkəb cümlənin tərəfinin biri digərindən asılı olur. İkini də çıxdım. Budaq cümlədə kəmiyyət zərfi var. Budaq cümlədə hanı kəmiyyət zərfi? Yağış yağırdı. Burada yoxdur. Bunun üçün yanlışdır. Bu tərəfdə tabesizin də heç başı budağı yoxdur da. Ona görə bunun üçün də yanlışdır. Tabesiz mürəkkəb cümlədə budaq cümlə anlayışı yoxdur. Üçü də belə çıxdıq. Birinci tərəf hadisənin səbəbini, ikinci tərəf onun nəticəsini bildirir. Birinci tərəf hadisənin səbəbini. Hadisənin səbəbi. Yox, bu tərsinədir. Yağış yağdı, səbəb budur. Nəticə budur. Düzdür? Zaytqam da qutarır. Səbəb budur, nəticə budur. Bir ikinci tərəf səbəbi bildirir. Bunun üçün yanlışdır. Bu tərəf isə səbəb budur, nəticə budur. Deməli, 4-ü götürə bilərəm. Tərəflər arasında tabesi əlaqəsi var. 5 də götürə bilərəm. Cavab olar B variantı. Oh bə. İndi gedək zaretkanı götürək gələk. Aha, deyir ki, tabe mürəkkəb cümlənin qarşısındakı xana qara. Bu olmalıdır tabeli. Digərləri də olmalıdır nə? Bunlar da olmalıdır tabesiz. Tabesiz. Aha. Deyir ki, dişin ağrıyır, şərt pozulub. Dişin ağrıyırsa, çəkdir, burada pozulmayıb. Sonra, əgər təkrar bu da tabelidir, 3-də də pozulmayıb. Bu 3-lə bunu çıx, burada pozulmayıb. Hər şey bacarır. Çünki varsa nədir bu? Tabelidir. Ona görə 4-ü götür. Hövsələdən tez çıxırdı, amma tez də sakitləşirdi. Bu da sadə cümlədir. O tez çıxırdı, o sakitləşirdi. Bu 5-də səhvdir. 4 ilə 5 cavab olar A variantı. Sonra, klasterin yalnız ikinci şərtinə uyğun gələn nümunəni seçək. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənmişdir. Budaq cümlədə yalnız 2 cümlə üzvü var. Soltana bu aydın oldu ki, bu başdır, bu da budaqdır. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənməyib. Bunu izah eləyir. Birinci şərtə uyğun deyil. Budaq cümlədə yalnız 2 cümlə üzvü var. Nə edəcək? Bağlı olacaq. Neçə gün? 2 gün. Nə marketlər? 3 cümlə üzvü oldu burada. Mənim fikrim budur. Bu bizim budağımızdır. Bu tərəf başımızdır. Nə edək? Başlayaq.
Nəyə? Döyüşə. Harada? Sağ cinahda. Aha. Burada 3 dənə oldu. B-ni çıxdım. Mən də görürəm ki, sən etməmsən. Burada etmək yerinə yetirmək mənasındadır. Ona görə müstəqildir. Nə etməmsən, etməmsən, kimsən? 2 dənə cümlə var. Amma bu tərəfə bax, mən də görürəm. Bu başdır, bu başdır, bu budaqdır. Bu budaqdır. Budaq cümlə, baş cümlədə buraxılan üzvün yerində işləmişdi. Bu şərti də ödəyir. Ona görə C-ni götürə bilmərəm. Orası mənim üçün maraqlıdır ki, sən onun qəlbinə necə yol tapa bilmirsən? Sən onun qəlbinə necə yol tapa bilmirsən? Hamısı bir yerdədir. Frazemdir. Kimsən? Və orası əvəzlik qəlblə ifadə olunmuş üzvün yerində işlənib budaq cümlə. D-ni götürə bilərəm. Atdan yıxıldı, sağ ayağı sındı. Bu da tabes mürəkkəb cümlədir. Hansı mürəkkəb cümlənin növü düzgün göstərilsə də bağlayıcı vasitə yanlış göstərilmişdir. Deməli, növ düzgün göstərilibdir. Elə ki, yaz gəlir, onda kəndimiz cənnət olur. Bəli, tabelidir. Bağlayıcı sözdəki elə ki. Necə istəyirsən, elə də et. Bağlayıcı söz var burada. Necə istəyirsən, elə də. Qarşılıq sözü də var. Elə də et. Sah hissəciyi. Bu istəyirsən. İstəyirsən. Sansan şəxs onluğudur. Burada sah hissəci yoxdur. Cavab B-dir. Elə danış. Sonra problem olmayasan. Tabeli mürəkkəb cümlədir. İntonasiya ilə bağlanıbdır. Elə əvəzik gəlibdir. Bağlayıcı vasitə ola bilməz. Bir haldakı bağlayıcı ilə bağlanıbdır. Hansı kitabı istəsə o kitabı. Hansı bağlayıcı sözlə bağlanıb və burada salsə də var. İstəsə şərt şəklidir. Sözün birbaşa kökünə qoşulub şərt şəklidir. 68-ci sual. Deyir ki, verilən tabi mürəkkəb cümlələrdən yalnız birinə aiddir. Kəndlər var ki, baş, budaq. Mən o vaxt oyandım ki, o vaxt burada əvəzlik gəlibdir. Deməli, baş birinci gəlib, budaq ikinci. Nə qədər bağlayıcı sözdür. Deməli, budaq birinci gəlib, baş da ikinci gəlib. Fərqləndirilən hissə bağlayıcı vasitədir. Bunda da bağlayıcı vasitədir. A-nı burada yaza bilərik, burada yaza bilərik. O vaxt bağlayıcı vasitə ola bilməz, çünki əvəzlik gəlibdir. Əvəzlik gəlib bağlayıcı vasitə ola bilmir. Bunu 2 yerə yazdıq. Baş cümləsi budaq cümlədən öncə gələn tabeli mürəkkəb cümlə deyil. Bu yalnız bura yazılır da. Yəni, baş cümləsi öncə gəlməyib. Baş cümləsi sonra gəlib. O da bir dənə B bura yazılır. Cavab B olar. Baxaq digərlərinə. Tərkib hissələri müəyyən şəxsi cümlələrdən ibarətdir. Var, nə var? Kəndlər müəyyən şəxsidir. Səs vermək istəmir. O. Bu da müəyyən şəxslidir. Mən oyandım müəyyən şəxs. Uşaq masanın üstünə çıxıb müəyyən şəxsli. Buna da deməli, bax, C buna da yazılır, buna da yazılır. Nə qədər oxuyurduqsa biz müəyyən şəxsidir. Balımız yüksək olurdu. Bu da hamısına C-ni yaza bilərsən. Budaq cümlədə mübtəda yoxdur. Budaq cümlədə bunda da mübtəda yoxdur. Bax, səs vermək istəmir. D-ni burada yaza bilərsən. Nə qədər oxuyurduqsa, burada da mübtəda yoxdur. D-ni burada yaza bilərsən. Budaq cümlə işarə əvəzi ilə ifadə olunmuş üzvü izah edib. Budaq cümlə işarə əvəzi ilə ifadə olunmuş üzvü izah edib. Burada heç birisinə ona aid deyil. Bu, ümumiyyətlə, birinci cümlədə buraxılmış üzvün yerində işlənib. İkinci cümlədə yenə də buraxılmış üzvün yerində işlənib. Yox, daha doğrusu ikinci cümlədə zərflə ifadə olunmuş əvəzi qəlbi izah edib. İşarə əvəzi yox, zərfdir. Nə qədər oxuyurduqsa, burada da yenə nə qədər oxuyurduqsa, balımız da o qədər əvəzi gəlibdir. Əvəzi qəlbi izah edib, amma yenə də işarə əvəzi deyil. O qədər işarə əvəzi deyil. Ona görə E-ni də çıxaq. Gərək dərslərini elə oxuyasan ki, universitetə daxil olmağın asan olsun. Tabi mürəkkəb cümləsi hansı bağlayıcı vasitə ilə bağlanıb?
Elə oxuyasan ki, de bunu 2 ilə 2 aydınlaşdırma balaca. Nə yaxşı araya belə suallar atırlar. Adam biraz dincəlir. Əminəm ki, baş birinci, budaq ikincidir. Balaca əməliyyatdan sonra yaxşılaşacaq və yeriyəcək. Bunlar da bizim həmcins xəbərlərimizdir. Kim? Balaca. Sifət də isimləşib. Deyir, budaq cümlə baş cümlədə buraxılan üzün yerində işlənib. Doğrudur. Nədən? Əminəm. Heç nə yoxdur. Buraxılmış üzvün yerində işlənib. Baş cümləyə ondan sözünü artırsa, bağlayıcı vasitə kimi çıxış edəcək. Ümumiyyətlə, bağlayıcı vasitə baş cümlədə ola bilməz. İki səhv fikirdir. Baş və budaq cümlədəki sifətlərin quruluşu fərqlidir. Əmin sadədir, balaca sadədir. Yəni, bu yanlış fikirdir. Budaq cümlə quruluşca fərqli olan xəbər. Budaq cümlədə quruluşca fərqli olan xəbərlər var. Yox. Yaxşılaşacaq sadə xəbər, yeriyəcək sadə xəbər. Yəni, desəydik ki, ifadə vasitələri fərqlidir. Mən onu düz götürərdim, amma xəbərlər sadə xəbərlərdir. Çünki sözlə ifadə olunubdur. Söz birləşməsi ilə ifadə olunsaydı mürəkkəb xəbər olardı. 4 də belə səhvdir. Nümunədəki bağlayıcılardan yalnız biri mürəkkəb cümlənin tərəflərini bağlayır. Bəli. Ancaq bu bağlayır. Buradakı və həmcins xəbərləri bağlayıbdır. Cavab olar A variantı. Cədvəldəki mürəkkəb cümlələr tabeli, tabesiz. Deməli, nə olmalıdır? Tabeli, tabesiz. Sonra tabeli, tabesiz. Bu da olmalıdır. Tabeli. İndi baxsaq, müharibə başladı. Ölkədə hərbi vəziyyət elan edildi. Tabesizdir bu. Elə burada bu şərt pozulub, birdə pozulub. Mən istəmirdim. Amma məcbur gedirəm. Burada da pozulub. Çünki həmcins xəbərlərdir. Burada mürəkkəb cümlə yoxdur. 2-də də pozulub. Üşümürsən ki, niyə qalın geyinməmsən? Yenə də eyni bu ədatdır. Üşümürsən, niyə qalın geyinməmsən ki, ədatdır. Sadə cümlədir. 3-də də pozulub. Dəryaca ağlın olsa, kasıb olsan gülərlər. Olsa tabeli mürəkkəb cümlənin xəbəridir. 4-də də pozulub. Əvvəl necə idi, indi də elə. Əvvəl necə idisə, indi də elədir. Bu tabeli mürəkkəb cümlədir. Burada pozulma yoxdur. 1, 2, 3, 4 var. Hə. Cavab E variantı. Verilən tabeli mürəkkəb cümlənin yalnız bir tərkib hissəsinə aid olan fikri seçin. Kim bu 3 insanın öhdəsindən gələcək? Bu budaq, bu da başdır. Bütün xəzinə onundur. Tərkibində morfoloji cəhətdən dəyişə bilməyən əvəzlik var. Yalnız biri bütün. Bütün morfoloji cəhətdən dəyişə bilmir. Yəni, qrammatik şəkilçi qəbul edə bilmir. Buradakı əvəzliklər kimdir, budur. Hər ikisi də dəyişir. Elə mən bura A-nı götürərəm. Sonra deyir, tərkibində cümlə üzvlərindən yalnız zərflik yoxdur. Nə edəcək? İnsanın öhdəsindən gələcək. Hansı insanın? 3, bu, kim? Bu da mübtədadır. Burada tamamlıq da yoxdur. Nədir? Onundur. Nə xəzinə? Hansı xəzinə? Bütün. Burada da tamamlıq yoxdur. B ümumiyyətlə səhv fikirdir. Tərkibində 2 əvəzlik var. Tərkibində 2 əvəzlik var. Burada yox. Hər ikisinin tərkibində kim, bir də bu. Burada da bütün, onundur. Bu da əvəzlikdir də. Bu da səhvdir. Tərkibində isim var. Xəzinə, insan hər birində var. Tərkibində köməkçilik hissəsi yoxdur. Heç birində yoxdur. Hansı variantda altına xətt çəkən hissə budaq cümlədir? Eləsi də olur ki, bu baş cümlədir. Mən buna bir şərtlə əvəzlik gəlibdir. Bu da baş cümlədə olur. Neçə günüdür ki, baş cümlədir. Kim güclüdür? Ona da rəğbət bəsləyirsən. Sən nə istəmişdinsə, bu budaqdır. Bu budaqdır, bu tərəf başdır. Bizə lazımdır budaq cümlə, o da D variantı. Sonra hansı cümlədən bağlayıcını çıxarsaq, yenə tabe mürəkkəb cümlə alınır. Tutalım deyir, hərçəndi çıxart. Qapıda dayanan var idi, amma mən içəri keçməyə bacarmadım. Oldu tabesiz cümlə. Hərgahı çıxart. Dəyirmanda işləmək istəyirsə, bax bu.
Çünki bu yalnız tabeli mürəkkəb cümlənin xəbəri ola bilər, başqa bir şey yox. Uşaq ağlayırdı, damdan yıxılmışdı. Bu artıq sadə cümlə olur, heç mürəkkəb cümlədə də qalmır. Gah futbol oyunları keçirilir, gah voleybol yarışları təşkil olunur. Bu onsuz tabe mürəkkəb cümlə deyil. Harada yaşasam, ora cənnət olacaq. Burada da bağlayıcı yoxdur. Nitq hissəsi kimi bağlayıcıdan söhbət gedirdi də. Bağlayıcı yoxdur. Hansı variantda fərqləndirilən hissə bağlayıcı vasitə deyil? O zaman ki, bağlayıcı vasitədir. Əlişir onu da bilirdi ki, bu baş cümlədir. Baş cümlədə dedi ki, bağlayıcı vasitə ola bilməz. Elə B-ni götürəcək. Bağlayıcı vasitə deyil. Vurdunmu, vuranda yıxılacaq. Anda ilə əvəz eləyə bilirəmsə, bağlayıcı vasitədir. Sa plus da bağlayıcı vasitədir. Hara, ora bağlayıcı sözdür, bağlayıcı vasitədir. Budaq cümlədə gəlir. Nümunənin təhlilinə aiddir. Könlündən keçirdi ki, onun da rəsm məsələləri çap olunsun, tanınsın. Bunu iki cür düşünmək olar. Bir o, bir də onun qoyaq. Onun. Bunu bir dəqiqə sileyim. Heç nə görünmür. Deməli, bunu necə eləyəcəyik? Bunu iki cür düşünə biləcəyik. Bir o qoyaq, bir də onun qoyaq. O könlündən keçirdi. Nəyi? Onun könlündən keçirdi. Nə? Yəni, həm tamamlıq budaq cümləsi, həm də mübtəda budaq cümləsi kimi düşünə bilərik bunu. İndi baxsaq, hər iki halda bu baş cümlə deyib budaq cümlənin işarəsini çəkirəm. Bu baş cümlədir, bu tərəfdə budaq cümlədir. Baş cümlənin xəbərinin ifadə olunduğu feilin şəklini dəqiq demək olmur. Bu yanlış fikirdir. İstənilən halda keçirdi sözü, ya bunu leksik düşür, bunu qrammatik düşün, ya da bunun ikisini də qrammatik düşün. İstənilən halda burada bir zaman şəkilçisi var. Zaman şəkilçisi varsa nədir bu? Xəbər şəklidir də. Yəni istənilən halda demək olar. Bir yanlış fikirdir. Cümlənin 3 qrammatik əsası var. Cümlənin 3 qrammatik əsası varmı? Yoxdur. Bu birinci qrammatik əsasdır. Bu da ikinci qrammatik əsasdır. Bunları ayrı-ayrı götürə bilmirəm xəbərlər. Çünki həmcins xəbərdir. Onun da rəsm məsələləri çap olunsun, tanınsın. Həmcins xəbərlər əlavə qrammatik əsas sayılmır. Deməli, 2 qrammatik əsası var. Bu da səhvdir. Elə 1 ilə 2-ni çıxanda əslində cavab C qalır. Baxaq, cümlədə həm həmcins olan, həm həmcins olmayan xəbər var dedik bunu. Budaq cümlə sadələşdirdə hansı cümlə üzvü yerində çıxış edəcək əmrlə demək olmur. Bunu da dedik. Ya tamamlıqdır, ya mübtədadır. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənib istənilən halda bu doğru fikirdir. Çünki mənim baş cümləm ancaq bundan ibarətdir. Hansı cümlənin tabe mürəkkəb cümlə olduğunu dəqiqliklə demək olmur. Yağış yağdı, aləmi gözəlləşdirdi. Bu sadə cümlədir. Məni qorxudan budur ki, bu konkret tabe mürəkkəb cümlədir. Ya qəzəbini boğ, ya da onunla söhbət edib problemi yoluna qoy. Hamısını sən eləyəcəksən də. Bu sadə cümlədir. Hər nə deyirsən, o da olur ha. Bu deyirsənsə, hər nə deyirsənsə, o da olur ha. Bu da tabeli mürəkkəb cümlədir. İstənilən halda dəqiq demək olur. Burada de qalır, hə, Vəli elə adamdır. Hamının ondan zəhləsi gedir. Belə düşünəndə tabesizdir. Hə deyirəm, hə, Vəli elə adamdır. Burada nöqtə qoysam, danlı deməsəm, tabes mürəkkəb cümlədir. Bir də belə, Vəli elə adamdır ki, hamının ondan zəhləsi gedir. Bu da tabeli mürəkkəb cümlədir. Fərqli düşünmək olar. Hansı cümlədə tabe mürəkkəb cümlə ola da bilər, olmaya da bilər. Yenə eyni şeydir. Hərçənd varsa bu tabelidir. Sonra hava qaraldı mı çöldə qalma tabelidir. O kəndi gəzdi. O kəndi gəzdi, gecə geri qayıtdı. Sadə cümlədir bu. Sonra mən istəyirəm burada gecəliyəm. Bu da sadə cümlədir. Nə qədər inandırmağa çalışdıq, təsliq etdin, C-ni götürmək olar. Ya tabesiz, ya da tabe kimi düşünmək olar. Əgər cümlə tabe mürəkkəb cümlədirsə, həmin cümlə haqda nələri əminliklə demək olar? Ən azı 2 qrammatik əsası var. Tərkibində durğu işarəsi var.
ən az 2 xəbər var. Bunlar demək olar. Mübtəda ola da bilər, olmaya da o heç. Uyğunluğu müəyyən edin. Atdan sadə cümlədir. Atdan yıxıldı, ayağı əzildi. Yox, sadə cümlə deyil. O atdan yıxılıb, əzildi nə ayağı? Yox, bu yox, sadə cümlə deyil. Tabesi mürəkkəb cümlədir. Biri çıxdıq. Tabe mürəkkəb cümlədir. Harada görsəniz, oraya gedərsiniz. Bu səhvdir, bu tabeli. Tabelini deyir də, hə. 2 düzdür. Yağış yağdı, yer islandı, tabesizdir. Ya evə gedərsiniz, ya da biz oraya gələrik. 4 düz, tabesizdir. Bilirsənmi nələr olacaq? Bu artıq tabelidir. Tabeli. 5-i də çıxdıq. 2 ilə 4 olar cavabımız E variantıdır. Tabe mürəkkəb cümlədə bağlayıcı vasitə ola bilər. Hər kəs ola bilər. Hər nə ola bilər, o zamanki ola bilər, nə ola bilər. Amma elələri ola bilməz. Elələri əvəzi gəlib kimidir də. Məsələn, elələri var ki, bu baş cümlədə gəlir. O ola bilməz. Belə. O yerdə ki, bir zaman palçıq dizə gələrdi. O yerdə ki, bağlayıcı sözdür. Bu budaq cümlədir, bu da baş cümlədir. Dizə gələr, insanoğlu oranı bir güşənə döndərdi. Budaq cümlə sadələşdirdə tamamlığa çevrilir. Bax, oranı əvəzi qəlbin nədirsə, elə o sadələşəndə də o olur. Deməli, tamamlıqdırsa tamamlığa çevriləcək. 1-ə A qoysam, 2-yə D-ni. Harada yaşarsan, oranın ətrafını yaşarsan, oranın ətrafını gözəlləşdirirsən. Yaşadığın yerin ətrafını gözəlləşdirirsən. Haranın? Yaşadığın yerin ətrafını. Bəli, D-ni götürmək olar. F. Nurəli burasını bilməlidir ki, nəyi bilməlidir? F-i də götürmək olar. Yer zərfliyinə çevrilmir. Ona görə C-ni çıxmaq lazımdır. Sonra A nədir? A-nı dedim. F tam cavab deyil. Ona görə bu belədir. Bir dəqiqə. Dondu. Sonra bu tərəfdə nə var? B. E nədir? Budaq cümlə baş cümlə işarə əvəzi ilə bağlanmışdır. İşarə əvəzi ilə bağlanmayıb. Zərflə bağlanıb. Bağlayıcı sözlə bağlanıb. 82. Sonra nümunələrinin müqayisəsi ilə bağlı ortaq fərqli cəhətlər. Neçə vaxtdır ki, başdır, budaqdır, mübtəda budaq cümləsinə çevrilir. Amma bu da var ki, bu da başdır, bu tərəfdə budaqdır. Budaq cümlə sadələşdirdə mürəkkəb cümlə mübtədasına çevrilir. Mürəkkəb cümləni yox, sadələşəndə sadə cümlə olur. Biri belə çıxaq, söz oyunlarıdır da. Sual əvəzi, sual intonasiyası yaratmır deyir. Yaratmır deyir sual əvəzi. Sual əvəzi hanı? Hə, deyir, burada da var. Hansı? Bu tərəfdə də neçə? Bəli. 2-ni düz götürmək olar. Söz birləşməsi tamamlıq rolundadır. Nə edir? Etiraz edir. Nəyə? Onun zülmünə. Sən gərək hansı kəndə gedəcəyini bilir. Nə edəsən bildirəsən. Nəyi? Hansı kəndə gedəcəyini. Burada da fərqli deyil bu. Hər ikisi tamamlıq rolundadır. Cümlədə bağlayıcı vasitələr bağlayıcı ilə məhdudlaşmır deyir. Nəylə bəs? Başqa var ki, yoxdur. Bu ümumiyyətlə səhv fikirdir. Bu təkcə bağlayan budur da, burada da budur. Neçə vaxtdır sən söz kimi, bağlayıcı söz kimi götürə bilmərsən. Niyə? Düzü, baxmayaraq ki, sual əvəzidir. Bu gəlib harda? Baş cümlədə. Bağlayıcı söz olanda baş cümlədə işlənə bilmirdi. Ancaq budaq cümlədə işlənir. Ona görə 4 ümumiyyətlə səhv fikirdir. Cavab olar B variantı. Qarşısındakı xana qara rəngdə olan cümlədə budaq cümlə baş cümlədən əvvəl. Nə? Budaq cümlə baş cümlədən əvvəl gəlib. Deməli, birinci budaq gəlib, sonra nə gəlib? Baş cümlə gəlib. Budaq gəlib, sonra baş cümlə gəlib. Aha, bu olsun baş. Budaq cümlə baş cümlə. Qarşısındakı xana ağ rəngdə olan cümlədə də tərsini olmalıdır. Hə. İndi deyir ki, bax, neçə bu məqamda şərt pozulub. Yorulmağına baxmayaraq bu
elə sadə cümlədir. Biri götürdüm. Rəvadırmı ki oğlum, rəvadırmı ki oğlum uzun illər həbsdə qalsın. Burada da baş birinci gəlibdir. Bu düzdür. Heç bilmədim nə söylədim yara mən. Heç bilmədim yara mən nə söylədim. Bura lap çini artır. Heç bilmədim ki baş birincidir, budaq ikincidir. Deməli 3-də də səhvdir. Sonra uşaq oğurluq edib, düzgün tərbiyə verməmsən. Uşaq oğurluq edib. Və bu cümləni iki cür düşünmək olur. Nə bilim, bu biraz müəllifin subyektiv fikridir. Uşaq oğurluq edibsə, düzgün tərbiyə verməmsən olanda budaq birinci gəl. Bir də belə uşaq oğurluq edib, çünki düzgün tərbiyə verməmsən. Nə bilim, nəsə, hər iki halda bunu düşünmək olur deyə yaxşı 4-ü çıxdım. O ağlayırdı mı, gülürdü mü, bəlli deyildi. O ağlayırdı mı, gülürdü mü, bəlli deyildi. Burada da ağlayanda gülürdüm, bəlli deyil. Çevirə bilmədim. Nə bəlli deyildi? Bəlli deyildi. Nə bəlli deyildi? Bundan sual çıxırsa, deməli bura budaqdır elə. Bu tərəfdə başdır. Bu düzdür deməli. Belə cavab olar E variantı 1-dən 3-ü götürdük. Amma 4 nəsə? 4-lə heç razı deyiləm də. Yəni 2 düzdür, 2 başda düşünmək olur. Həm bu tərəf, həm bu tərəf. Elə nümunəni verməsə yaxşıdır. Hansı nümunədə altından xətt çəkilən hissə budaq cümlə deyil? Az keçmədi ki, budaq cümlədir. İndi ki direktorsan, budaq cümlədir. Sən ki mənim övladıma kömək etdinsə, bu da budaq cümlədir. Elə bərk yatır ki, sən də oyada bilməzsən, budaq cümlədir. Bu əşyaları hara aparacaqsan, bildinmi? Bildinmi ki, bu əşyalar, bu baş cümlədir. Cavab olar E variantı. Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümlə. Deməli, nə olmalıdır? Budaq başdan öncə gəlməlidir. Tarda ifa etməyə başlamışdı ki, bu nədir? Zaman budaq cümləsidir. Birinci budaq gəlir. İndi dağlarda yaşayan az adam tapılır. Çünki varsa baş ikinci gəlib. Bir şərtlə bu yerlərdə bir şərtlə əvəzlik gəlibdir. Baş birinci gəlib. Necə ki, mən onu evimə buraxmadım, sən də buraxma. 4-ü götürmək olar. Harada cəmiyyət varsa, orada da dil var. Harada, orada budaq cümləni də götürmək olar. Nə oldu? Cavabımız oldu A variantı. Buna sa artırmaqla tapmaq olur. Daha doğrusu mənə elə rahatdır da. İndi kimə necə rahatdır bilmirəm. Mənə belə rahat. Sa artırıram, baş budağı müəyyən eləyə bilirəm. Sonra komponentlərdən biri işin nəticəsini, digərini onun səbəbini bildirən tabeli mürəkkəb cümlələri müəyyən edin. Turqut ona görə gəlmədi ki, hamı onu qınayırdı. Biri götürmək olar. Baxaq, biri stolu çəkdi, digəri beli üstə yerə yıxıldı. Biri stolu çəkdi. Bu tabesiz mürəkkəb cümlədir. 2-ni çıxdıq. Filmin əvvəlindən xoşum gəldi. Çünki aktyorların performansı ideal idi. Bu səbəbi bildirir. Bu da bunun nəticəsini bildirir. 3-ü demək olar, 1-i demək olar. Bir halda ki, avtobus xarabdır. Bu şərt mənası var bunun. Bir halda ki, burada 4-ü götürə bilmirik. Sonra uşaq küçədə soyuqdan. Bu da sadə cümlədir. Cavab olar yox. Nəyə götürdük? 1-dən 3. B variantı. Uyğunluğu müəyyən edin. Tabeli mürəkkəb cümlə. Tərəfləri intonasiya ilə bağlanıb. Bildinmi? Harada qalır, harada yer içir. Bildinmi ki, harada qalır. Ki ilə əvəz eləyə bilirsənsə, deməli burada ki, mımi bağlayıcı vasitə deyil. Bağlayıcı vasitə deyilsə, bu da intonasiya ilə bağlanıb. Səncə oxudu mu, anlayacaq, oxuyanda, anda ilə əvəz eləyə bildinsə, mımi bağlayıcı vasitədir, 2-ni çıx. Tərəfləri ədat ilə bağlanıb. Qalanı təhvil verdilər. Gördünmü? Yox, bu yox. Gördünmü ki, qalanı təhvil verdilər. Mənə dəstək gəldimi? İşi bugün təhvil gələndə, anda işi 4-ü də götürmək olar. 1-lə 4 C variantı.
Sonra 88, 89. Elə ki qorxudur məni sətəlcəm, elə ki bağlayıcı sözümdür. Budaq birinci gəldi. Başda ikinci gəldi. Geyirəm verdiyim bu gödəkçəni. Nümunəsinin izahındakı səhvi müəyyən edin. Budaq cümlədə əvəzliklər birdən çoxdur. Elə, birdən məni. Doğrudur. Budaq cümlədə bağlayıcı ilə umum təşkil edən ədat var. İki ədat. Baş və budaq cümlə müəyyən şəxsi cümlələrdən ibarətdir. Sətəlcəm qorxudur. Sətəlcəm mübtəda, qorxudur xəbər. Geyirəm, mən geyirəm. Bəli. Hər ikisi müəyyən şəxsidir. Baş cümlədə sözlərdən biri fonetik normanı pozur. Heç birisi səhv deyil. Dilimizdə iki söz var. Gödəkçədə var. Gödəkcə. Bir də gödəkçə. Yəni bu geyinirik, kurtka deyirik də, o gödəkçədir. Bu da gödək, cacə ədat. Yəni ki, fonetik normanı pozmuyub. Baş və budaq cümlədə qrammatik norma pozulub. Bəli, hər ikisində qrammatik norma pozulub. Yəni inversiya var da, xəbər keçib, əvvələ qrammatik normanı pozub. Burada cavab yoxdur. İstəsəz özünüz də araşdırma eləyə bilərsiniz bu sualı. 90. Tanışı ilə rastlaşdısa, budaq saya görə bu tərəfdə baş. Bir neçə saat dayanacaq, onunla söhbət edəcək, sonra yol alacaq. Bunlar da ki, həmciz xəbərlərdir də, bunlar heç. Baş cümləyə aid doğru fikirdir, həmciz xəbərlərdir, bir düzdür. Tərkibində mürəkkəb zərf var. Bir neçə saat ismi birləşmədir, mürəkkəb zərf deyil. Tabes mürəkkəb cümlədir. Nə? Baş cümlə, yox, səhvdir. Budaq cümləyə aid doğru fikirdir. Xəbəri iki leksik şəkilçi, rast sözü rastlaşmaq səhvdir. İlk iki söz, cavab çıxarda biləcəm buradan. Hələ ki biri götürmüşəm. İlk iki söz tələffüz zamanı birləşir. Tanışıyla. Tanışıyla olur da. Deməli 1 ilə 5 olar da bu E variantı. Aşağıdakı tabi mürəkkəb cümlə haqqında fikirlərdən biri səhvdir. Hər kəs bu dünyada gülərsə artıq ondan uzaq olar. Məncə xoşbəxtlıq. Deməli bu nədir? Budaqdır, bu tərəfdə başdır. Budaq cümlədə ədat yoxdur. Bəli, doğrudur. Artıq burada çox gülmək mənası zərfdir, yəni. Baş cümlədə fonetik norma pozuntusu var, xoşbəxtlıq, düzdür. Bizdən nə lazımdır? Səhv. Budaq cümlə baş cümləyə intonasiya ilə bağlanmışdı deyir. Elə bu səhvdir. Hər kəs burada bağlayıcı söz var. C-ni götürürəm. Budaq cümlə bağlayıcı söz işlənib, düzdür. Baş cümlədə və budaq cümlədə əvəzliklər var deyir. Bəli, ondan hər kəs ola bilər. Sonra verilən cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Qasım elə əsərlər yaratmışdı ki, baş, budaq, hamı heyranlıqla oxuyur və qiymətləndirirdi. Baş cümlənin xəbəri quruluşca düzəltmədir. Xeyr, yaratı sözün köküdür, bir səhvdir. Baş cümlədə həm əvəzlik, həm də bağlayıcı vasitədir. Yox, əvəzlik, bu əvəzlik gəlibdir, bağlayıcı vasitə ola bilməz. Budaq cümlədə həmcins cümlə üzvləri yoxdur. Hamı heyranlıqla oxuyur, qiymətləndirirdi. Kim hamı? Deməli, yanlış fikirdir. 3-ü götürdüm. Budaq cümlənin xəbərlərindən ikincisinin ifadə vasitəsinin quruluşu. İfadə vasitəsinin quruluşu nədir? İfadə vasitəsinin quruluşu qiymətləndirirdir. Düzəltmə. İfadə vasitəsinin quruluşu, baş cümlənin xəbərinin ifadə vasitəsinin quruluşca növü eynidir. Səhvdir, bu düzəltmədir, bu da sadədir. Deməli, eyni deyil. 4-ü də götürürəm, cavab olar E variantı. Mən ona nə söylədim ki, belə ağladı? Tabi mürəkkəb cümləsində baş cümlə ilə bağlı doğru fikri seçin. Söylədim ki, baş, bu tərəfdə budaq. Xəbər quruluşca düzəltmə yox, düzəltmə deyil. Söylə sözün köküdür. Əvəzliklərin hər biri fərqli cümlə üzüdür. Nəyi söylədim? Ona söylədim. Tamamlıq. İkisi tamamlıq oldu. Hər bir fərqli cümlə üzü olmadı. Əvəzlik zərfi əvəz edib. Belə bir şey yoxdur. Tamamlıqlardan biri qeyri-müəyyən təsrih hala sözü ifadə olunub. Bəli, nə söylədim, yəni nəyi söylədim deməkdir. D-ni götürdüm. Bağlayıcı və ədatdan istifadə olunub. Burada ədat yoxdur baş cümlədə. Bağlayıcı var. 2 bağlayıcıdır.
Sən qardaşına başa sal ki, başdır, bu tərəfdə budaqdır. Baş cümləsi ilə bağlı hansı doğru fikir budaq cümlə üçün yanlışdır? Sən qardaşına başa sal, müəyyən şəxslidir. Sən başa sal, müəyyən şəxslidir. Qonşunun həyətindən nəsə oğurlamaq olmaz. Nə etmək olmaz? Oğurlamaq olmaz. Nəyi, səni, haradan, qonşunun həyətindən. Bu da şəxsi cümlədir. Deməli, nə deyir? Deyir ki, doğru fikir budaq cümlə üçün yanlışdır. Bunun üçün doğru olsun, bunun üçün yanlış olsun. Elə anı götürüm də mən bura. Doğrudur, bu da şəxsiz cümlədir. Şəxsiz. Bu müəyyən şəxs, bu da şəxs. Anı götürdüm. Xəbər frazeoloji birləşməli ifadə olunmayıb. Başa sal, bunun üçün yanlış oldu. Baş cümlə ilə bağlı bizə lazımdır doğru fikir. Bunun üçün yanlış oldu. Söz birləşməsi müstəqil cümlə üzvüdür. Baş cümlədə söz birləşməsi yoxdur. Tamamlıq qeyri-müəyyən təsirlik halla sözlə ifadə olunub. Qardaşına sözlə ifadə olunub tamamlıq. D səhvdir. Qulluqca sadə tamamlıq yer alır. Bunun üçün doğrudur. İndi bu tərəfə də baxaq görək doğrudurmu? Bəli, bunun üçün də doğrudur. Hər ikisi üçün doğrudur. Ona görə çıxdıq. Biri üçün yanlış olmalıydı. Budaq cümlə üçün yanlış olmalıydı. Budaq cümləsi şəxsiz cümlə olan tabe mürəkkəb cümləni seçin. Bizə əmr edildi. Baş, budaq. Şəxsiz deyil, icra etdik. Kim? Biz, müəyyən şəxslidir. Əgər yolum düşsə, nə etsə, yolum düşsə, bu, budaq, bu da baş. Elə şəxsiz cümlə budur da, B. Yolum düşsə. Buna mübtəda artırmaq olmur. Mənə hörmət edirsə, bu, budaq, bu tərəf, baş. Düzdür? Mənə hörmət edirsə, buna onu artıra bilərəm də, o mənə hörmət edirsə. Yəni, mübtəda artıra bilirsənsə, sən artıq ona nə deyəcəksən? Müəyyən şəxsə deyəcəksən. Sənədlərə baxıldı ki, sabaha qalmaq. Bu baş, bu da budaq. Sabaha qalmasın, məsələn, o sabaha qalmasın. İclasda bir çox, yəni mübtəda artıra bilirsən bura. İclasda bir çox problemli məsələyə toxunuldu. Təkcə adların məsələsi qaldı. Bu da ki, tabesi mürəkkəb cümlədir. Yoruldum. Hər kim özünü şas sayırsa, bu da baş. Bu aləmdə sabah o cəzasını alacaq. Tabe mürəkkəb cümlədə baş və budaq cümləni nə bağlayır? Hər kim sa. Hissəcikdir bu. Sayır, saymaq, sayır indiki zaman sa. Sa hissəcik, bir də hər kim. 1 ilə 3 D variantı. Verilən cümlələrin müqayisəsində hansı fikirlər Eyler-Venn diaqramının heç bir xanasına yazıla bilməz? Hansı maşını aparmaq istəyirsə budaq, bu da baş. Hər kəslə ki, budaq, baş. Budaq cümlədə frazeoloji birləşmə var deyir. Yoxdur. Bir heç bir yerə yazıla bilməz. Sual əvəzləyib bağlayıcı vasitədir. Bura yazıla bilər. 2-ni bura yaza bilərəm. Şəxs əvəzləyib bağlayıcı vasitədir. Heç birinə yazıla bilməz. Qeyri-müəyyən əvəzləyib bağlayıcı vasitədir. Hər kəslə ki, bura yazıla bilər. Budaq cümlədə məsdər tərkibi var. Budaq cümlədə aparmaq istəyirsə bir yerdədir, tərkib əmələ gətirmir. Burada da heç məsdərin özü yoxdur. Deməli, bu da heç bir yerə yazıla bilməz. Cavab nədir burada? 97, 1, 3, 5. B variantı. Sonra aşağıdakı tabe mürəkkəb cümlələr əsasında uyğunluğu müəyyən edin. Elə danışır ki, bu nədir? Baş, bu tərəfdə nə? Budaq. Bu deməkdir ki, baş, bu tərəfdə budaq. Budaq cümlə sadələşdirikdə sərbəst söz birləşməsi əmələ gətirir. Ortaq sadələşdirsək belə olur da, bütün ölkənin ona borcu olduğu kimi danışır. Nəsə belə bir şey sadələşir. Hər nəsə ki, bu sərbəst söz birləşməsi əmələ gətirir. Hər şeyin əlimizdən alınacağı deməkdir.
Deməli, biri götürdük. Sonra budaq cümlə baş cümlədə işlənən işarə əvəzliyini izah edir. Bu bunun üçün doğrudur. 2 bunun üçün. Amma burada bu işarə əvəzliyi deyil də bu. Bu nədir? Şəxs əvəzliyidir. Yəni buradakı bu mübtədadır. Bu elə sadə cümlədə də qalır. Bunu heç nə əvəz eləmir. Budaq cümlə bunu əvəz eləyir, onu əvəz eləyir, onu. O da işarə əvəzi deyil, şəxs əvəzidir. 2 yanlışdır. Bağlayıcı nə? Bağlayıcı vasitədir. 3 ikisində də doğrudur. İkisində də doğrudur. 3 fərqli yazılmalı deyil. Budaq cümlə sadələşdə məsdər tərkibinə daxil olur. Burada məsdər tərkibinə daxil olur. Bu hər şeyin əlimizdən alınacağı deməkdir. Burada daxil olur, amma birincidə yox. Deməli, cavab 1 ilə 4 E variantıdır. Fikrim odur, sən mənlə ilk döyüşə girəsən. Baş və budaq cümlələri nə bağlayır? Heç nə yoxdursa, intonasiya bağlayıb. Hansı nümunələrdə baş cümlə budaq cümlədən sonra gəlib? Baş sonra gəlibsə, deməli budaq birinci gəlibdir, baş ikinci gəlib. Sarayın qapısı bağlanmışdı ki, sağ cinatdan hücuma keçdilər. Deməmişdi ki, yox, bu yox. Nəyimiz var idi? Hamısını apardılar 3. Kəndlilər şikayətlənirdilər, çünki varsa baş birincidir. Budaq ikincidir. Oğlanlar var. Baş birincidir. Budaq ikincidir. Cavab olar 1 ilə 3. C variantı. Axır ki bitdi. Sağ olun, növbəti izahlarda görüşənə qədər.